Selamünaleyküm əziz abituriyentlər, hamınıza uğurlar arzu edirəm. Dərsimiz funksiya və qrafiklər. Onların izahı olacaq inşallah. Bismillah. Deməli, baxın, tərifi keçməmişdən öncə belə bir qeyd. Bazı şahidlər 6x üstəgəlsin 7. Yəni buna biz deyirik nədir? Dəyişən olan ifadə. Hərfi ifadə. Məsələn, 6 üstəgələn 8 bu oldu ədədi ifadə. 5 üstəgəlsin 6, məsələn, böyükdür, kiçikdir, böyük bərabər, kiçik bərabər, məsələn, 8 bu oldu bərabərsizlik. Məsələn, dəyişən var və bərabərlik olanda deyirik buna tənlik. Ancaq iki dəyişən arasında asılı olanda bu şəkildə buna artıq biz nədir? Funksiya deyirik. İki dəyişən arasında asılı olanda. Ona ki, tərifi belə veririk. İxtiyari x-in, bu ixtiyari işarəsidir. İxtiyari x-in qarşısında yeganə y qarşı qoyulursa, bax, y bərabər fx, yəni bu asıllıq, bu formada olan düstur nədir? Funksiya sayılır. Yəni bu xarakteristikadır. Bu şəkildə yazılışa nədir? Funksiya deyilir. Burada x-in 4 dənə adı var. X-in 4 dənə adı var. Y-in isə nədir? 2 dənə nədir? Adı vardır. Yəni, adları hansılardır? X-in adları var argument. Argument. Sonra asılı olmayan dəyişən, asılı olmayan dəyişən, sonra sərbəst dəyişən, bir də ixtiyari dəyişən. Y-in adı isə 2 dənədir, var funksiya, yəni bu formaya funksiya deyirik, bir də asıl dəyişən. Asılı dəyişən, bəli. Asılı dəyişən, bəli. X-in demək 4 dənə adı var, Y-in dənə 2 dənə adı var. Baxın, adlarını biraz aydınlıq gətirir. Məsələn, Y bərabər 2x funksiyası verilmişdir. Məsələn, belə bir cədvəl tərtibləyək. Söhbət Y bərabər 2x-dən gedir. Burada mən deyirəm ki, gəlin x-ə 5 verək. Düzdür, başqası məsələn y bərabərdir 6 bölünsün 2 çıx, ta ki burada 3 yazıram. Burada məsələn x-ə istəyənə qiymət verə bilmərəm də. Məsələn 3-dən savayı istəyənə qiymət verəcəm. Yəni, hər iki söhbət soldakıdan gedir. Mən x-ə 5 verirəm. Y olur 10. Mən x-ə görürsünüz hər şey verirəm də. Yəni hər şey deyəndə yəni sağdakında 3-dən savayı hər şey. Soldakında hər bir qiymət verirəm. Məsələn x-ə 6 verirəm. Y-də yəni x-in hesabı nə olur? 12. Belə deyim də məsələn, Y-in könlündən keçir ki, 100 olsun. X də deyə bilmək ki, mən də məsələn 70 olum. Y 100 olması üçün X məcburdur ki, 50 olsun. Məsələn, X 40 olmaq istəyir, Y. X də məcburdur ki, 20 olsun. Yəni, ona görə X-in adları, yəni adlarına aydınlıq gətiririk. X-in adları görürsünüz, məsələn, asılı olmayan dəyişən. Nədən asılıdır, heç nədən? Sonra sərbəstdir. Görürsünüz, sol tərəfdəkilə sərbəst qiymətlər alır. İxtiyari dəyişən. Ancaq Y məcburdur. Yəni, X-dən asılıdır. Görürsünüz, 40 almaq üçün gözləyir ki, məsələn, X nədir? 20 olsun. Bəli, bu formaya da şübhəsiz ki, iki dəyişən arasındakı asıllığa da funksiya deyilir. Ona görə Y-in ikinci adı funksiyadır. Sonra X-in o bir adı da var, argument. Yəni, içəridə yazılışa da nədir? Argument nədir? Deyilir. Yəni, funksiyanın tərifini bu şəkildə anladıq. Deməli, istənilən x-in qarşısında yeganə nədir? Y qarşı qoyulmalıdır. Bu formada da məsələn izah verəcəm. Məsələn, oblastlarda funksiyaya tərif. Məsələn, oblastlarda belə bir sual. Bu olsun, məsələn, funksiyanın təyin oblası D. Bu da olsun funksiyanın qiymətlər çoxluğu Y. Məsələn, sual belə qoyaq da, bunlardan hansı funksiyadır? Bura yazıram x1, x2, x3. Soldakilər məsələn x1-dir, x2-dir, x3-dür. Sağdakilər Y1, Y2, Y3. Sualı belə qoyaq. Bu şəkildəki, məsələn, bax bu forma funksiyadır. Görürsən, x-in qabağına bir dənə Y qoyulur. Bəli. Burada x-in qarşısına bir dənə Y. Bəli, x-in qarşısına bir dənə Y. Bəli, bu funksiyadır. Sualım budur, yəni bunlardan hansı funksiyadır? Baxın, bu olsun yenə də x1, x2, x3, yəni təyin oblası. Sağdakı olsun qiymətlər oblası Y1, Y2, Y3. Bazı şahidlər x1-in qarşısına, məsələn, bu Y1-i qarşı qoyulubdur. Bir də x1-in qarşısına eyni zamanda Y2 qarşı qoyulubdur. Burada da belə deyək də bunun qarşısına bu qoyulub. Bu funksiyadırmı? Xeyr. Yəni, səbəbi
Bir de tərifə qaydaq. İstənilən x-in qarşısında bir dənə y olmalıdır. Burada x1'in qarşısında həm y1 var, həm y2. Məsələn, belə bir misal çəkim də. Tutam ki, y bərabər x kvadratı. Burada mən x 5 vermişəmsə, bu x-ə 5 verəndə bu həm 25, həm də 26 ola bilməz axı yəni. Ona görə də yəni sağdakı funksiya deyil. Bir daha yeni oblastlarda tərif. Bu olsun təyin oblastı, bu olsun qiymətlər oblastı. Bax, yenə soldakı x1, x2, x3 və s. y1, y2, y3. Bax, bu nöqtə, yəni bura qarşı qoyulur. Bu nöqtədə ortaya qarşı qoyulur. Bu nöqtədə həmin eyni, məsələn, x1, x2, x3. Məsələn, y2-yə qarşı qoyulur. Funksiyadır mı? Bəli. Məsələn, y bərabər 5 funksiyası. Bunu belə yazıram da 5 üstə gəlsin 0x. Əlbəttə, mən x-ə tutaq ki, 6 verdim, 5 aldı, 7 verdim, 5 aldı, 8 verdim, 5 aldı. Yəni, nə verdimsə tutaq ki, eyni qiymət alır da. Əsas odur ki, hər bir dəyişənin qabağında bir dənəsi. Bu niyə olmazdı? X1'in qarşısında 2 dənə dəyişən durur. Bəli, inşallah aydındır. Bəli, funksiya tərif bu şəkildə vermək olar. Yəni, hər bir x-in qabağında dedik ki, nədir? Bir dənə y qarşı qoyulmalıdır. Yenə, məsələn, verimi üsullardan biri, məsələn, cədvəl üsulu. Cədvəl üsulu. Cədvəl üsulu ilə funksiyanın tərifini yenə genişləndirək. Məsələn, şahidlər, tutam ki, bu olsun yenə belə bir cədvəl, x, y asıllığı bir neçəsini yazaq. Soldakı 2, sağdakı y. Sualım belə olacaq. Bunlardan hansı funksiyadır? Yəni, funksiyanın tərifini belə hamımız deyə bilərik. İstənilən x-in qarşısında yeganə y qarşı qoyulur. Tamam. Ancaq açıqlama verək. Məsələn, bura 5 yazdım, oldu 6. Bura məsələn 7 yazıram, oldu 8. 9 yazdım, oldu 15. Funksiyadır, bəli. Niyə də olmasın ki, hər bir x-in qabağında bir dənə y qarşı qoyur. Ancaq burada 5'ə 5 yazıram, 6 olur. Bir də 5 yazıram, 8 olur. Bu necə ola bilər? Hansı ifadədir ki, dəyişən onu ifadə, məsələn, aparıb yerinə 5 qoysan, x-in yerinə həm 6 alır, həm 8. Ya 6 almalı, ya 8 məsələn. Onun gibi bu xeyr, funksiya deyil. Niyə? Gördüğünüz kimi x-in qarşısında yeganə y dayanmayıb. Ancaq belə 5 verirəm 6 eləyir, 7 verirəm 6 eləyir, 8 verirəm 6 eləyir. Problem yoxdur, şahidlər. Olar, bəli, bu funksiyadır. Məsələn, tutaq ki, y bərabərdir, belə deyək də, elə 6. Yəni, nə yazaramsa, burada yoxdur axı dəyişən. Yəni, 6 üstə gələ 0x gözüylə baxa bilərsiniz. Nə yazsam, görürsünüz ki, nədə 6 eləyir. Hər bir dəyişənin qabağında biri dayanıbdır. Bəzən belə çatışdıra bilərəm. 8 verirəm 5, 9 verirəm 6. Yenə bax 8 təkrar yazacağım. Yenə 8'də alır 9. Olmaz axı. Bu 8'də həm 5 alır, həm də 9 alır. Ona görə xeyr, bu funksiya nədir? Deyil. Sonra var qrafik usulu. Baxın, qrafik usulu. Yəni, qrafik usulu ilə funksiyaya tərif verək yenə də. Bir daha, istənilən x-in qarşısında bir dənə y qarşı qoymalıydı. Məsələn, baxın, mən qrafik çəkirəm. Biri deyə bilər ki, məsələn, belə bir qrafik mən tanımıram. Tam ki, belə kimsə deyə bilər. Onun nə dəxli var ki? Baxın, bu funksiyadır. Çünki hər bir x-in qarşısında bir dənə y. Ya da deyim ki, x-ə perpendikulər düz xətdən kəsəndə bir yerdə kəsdisə bu funksiyadır. Ona görə soldakı bəli funksiyadır. Ancaq ikinci çəkəcəyim şəkilə baxın. Məsələn, bu funksiya deyil. Deyə bilərəm ki, ona görə ki, bu x-in qarşısında həm bu y dayanır, həm də altdakı y dayanır. Ya da deyim ki, həmən x-ə perpendikulər düz xət çəkəndə gördüyünüz kimi iki yerdə kəsir. Ona görə bu xeyr, funksiya nədir? Deyil. Bir daha, bax bu çəkdiyim şəkil funksiyadır mı? Xeyr. Çünki bu x-in qarşısında həm bu y dayanıbdır, həm də altdakı, yenə funksiyanın tərifinə ziddir. Hər x-in qarşısında bir dənəsi dayanmalıydı. Ona görə funksiya deyil. Yəni, sağda bir şəkil çəkirəm, funksiyadır mı? Tamam, bəli, funksiyadır. Çünki nədir? Harada x-ə perpendikulər düz xətdən kəssək, bir yerdə nədir? Kəsəcəkdir. Bu da nədir? Funksiyanın qrafik usuludur. Bir daha, məsələn, var analitik usul. Analitik usul. Bu nə deməkdir? Yəni, düsturda, yəni, məsələn, funksiya verilir. Biz funksiya deyəndə ədəd funksiyanı danışırıq. 2 dəyişən arası yazılıq. Məsələn, y bər 5x bölü 6 funksiyadır. Analitik, yəni düstur usulu. Məsələn, y bərabər x kvadratı. Belə yazanda tam başa düşmək olur. P bərabər 4a.
Görürsünüz düstur S bərabər A-nın kvadratı bu şəkildə analitik üsul. Ancaq S bərabər AB xeyr şahiddir. Xeyr. Bu ədəd funksiya deyil. Bu iki dəyişən əsaslıq deyil. V bərabər ABC xeyr funksiya deyil. Bu üç dəyişən əsaslılıqdır. Ona görə nə olur olsun, iki dəyişən olsun. Məsələn Z məsələn bərabər 6T. Bəli funksiyadır. Ancaq Y bərabər X plus Z yox da şahiddir. Burada nədir? 3 dənə dəyişən oldu. Ona görə analitik üsulda desələr ki, hansı funksiyadır? İki dəyişən arasındakı asılılıq nədir? Funksiyadır. İndi keçək növbəti cüt funksiya nədir? Birinci cüt funksiya. Gəlin cüt funksiya nədir? Tək funksiya nədir? Sonra nə tək, nə cüt funksiya nədir? Bunların izahını verək. Cüt funksiya nədir? Baxın, tərif olaraq f mənfi 2 bərabər fx şərti ödənərsə, bax bu şərt. Belə deyəndə plus minusda eyni qiymət alarsa, bizim funksiyamız olacaq cüt funksiya. Məsələn, fx bərabərdir. Fx bərabər olsun, məsələn, x kvadrat üstə gəlsin 5. Göstərək ki, bu cüt funksiyadır. Şahidlər, baxın, tərifə görə x-in yerinə mənfi yazıram, mənfi x. Aparıb funksiyada yerinə yazanda olur mənfi x-in kvadratı, üzərinə gəlsin 5. Bu da bərabər x kvadrat üstə gəlsin 5. Burada gördüyünüz kimi özünə keçdi. Belə deyim də, bax, bu x kvadrat üstə gəlmiş fx-dir. Aldım ki, f mənfi x bərabər fx. Yəni, bu şərt alınırsa deməli funksiyadır. Bu belə deyək də, bu orta məktəb səviyyəsinə tərifdir. Ancaq mən belə yox, belə xoşlayıram. Bax, birinci misal təzə yazaq. Fx bərabərdir, x kvadrat üstə gələ 5. Birinci ümumi şəkildə anladınız. Ancaq belə. Məsələn, funksiya hansı nöqtədə təyin olub, tutaq ki, məsələn, xoşum gəldi 1-1. Onun özünü qoyuram yerinə, məsələn, 1-i. Burada getdim yerinə yazdım, 6 elədim. Mənfi 1-i yerinə yazdım, yenə 6 elədim. Plus minusda eyni qiymət aldıqsa, cüt funksiya. Düz istəyirsən 7 yaz. Biraz böyük olmasın da, yəni 50-60 niyə yazırsınız ki? Baxın, bir daha, məsələn, fx bərabərdir. Mən deyirəm 6x-in kvadratı üstə gəlsin 4 modul 2 cütdür. Desəniz niyə? Deyəcəm ki, baxın, 1 verəndə bu 10 verir, mənfi 1 verəndə 10 verir. Ona görə bu oldu nədir? Cüt funksiya. Məsələn, fx bərabər kosinus 2 birazdan tətbiq edəcək. Bax, bu funksiya cüt funksiyadır. Deyirəm, 60 dərəcədə funksiya 2-də 1 alır. Mənfi 60 dərəcədə də 2-də 1 alır. Ona görə plus minusda eyni qiymət alırsa, bu funksiya nədir? Cüt funksiyadır. İndi növbəti görə tək funksiya nə olan şeydir? Keçdi tək funksiya. Birinci tərifi verək. Tək funksiya nədir? Baxın şəhidlər. F mənfi 2 bərabərdir. Mənfi fx şərti ödənərsə, bəli, onda bu funksiya tək funksiyadır. Bu oldu nədir? Tərif. İndi misal çəkək. Birinci bu yönüllü, yəni fx bərabərdir. X-in kubu üstə gəlsin 2x tək funksiyadır. Desəniz niyə deyəcəm? Baxın. Mənfi x-i yerinə yazanda alıram mənfi x-in kubu üzərinə gəlsin 2 vurursun mənfi x. Bu da sadələşdirəndə mənfi x kubu çıx 2x, həmin mənfi çıxır qabağa, alıram x kubu üstə gəl 2x. Nə aldıqsa idi? Bu da fx idi. Aldım ki, f mənfi x bərabərdir mənfi, bax mənfi, bu mötərizənin içidir, budur. Mənfi fx. İndi baxın görün, yuxarıdakı bu şərti aldıq mı? Aldıq. Ona görə yuxarıdakı şərt alınan kimi, yəni tərifin şərti alınan kimi funksiya olur nədir? Nədirsə o. Oldu tək funksiya. Ancaq mən bu misalı, bu, yenə deyirəm, bu kitabın tərifi ilə xoşlamıram. Yəni, qısa yolları var da, məsələn, baxın şahidlər. Deyirəm ki, 1 verirəm, bu funksiya olur 3. Mənfi 1 verirəm, funksiya olur mənfi 3. Ha, tamam. Plus minusda əks qiymət alırsa, funksiya olacaq tək funksiya. Məsələn, fx bərabər sinus x funksiyası. 30 dərəcə veririk, funksiyamız 2-də 1 olur. Mənfi 30 dərəcə verəndə funksiyamız mənfi 2-də 1 olur. Plus minusda əks qiymətlər alırsa, funksiya tək funksiyadır. Məsələn, fx bərabər arc sinus x. Arc sinus x. Arc sinus sinusun tərsidir. 2-də 1 verəndə 30 dərəcə oldu. Görün bu tərsini. Mənfi 2-də 1 verəndə də mənfi 30 dərəcə oldu. Bəli, bu funksiyamız oldu nədir? Tək funksiya. İndi isə nə tək, nə cüt. Bəli, elə adı belədir. Nə tək, nə cüt. Bax, nə tək, nə cüt. Nə tək, nə cüt.
Mən bunu aldım belə şey nədir, rahat olsun deyə bot yolu qoyuram. Yəni heç birisi nəfə necə. Baxın şahidlər, tərif budur. F mənfi 2x bərabər deyilsə f(x)-ə. Əlbəttə bərabər olsaydı cüt olardı. Bərabər deyilsə mənfi f(x)-ə. Yəni bərabər olsaydı tək olardı. Buna deyirlər bot yolu. Yəni nə tək nə cüt. Misal. Baxın şahidlər, f(x) bərabər x kvadrat üstə gəlsin, məsələn 5x. Niyə nə tək nə cütdür? Bax, tərif olaraq yerinə yazaq. F mənfi x. Aparın yerinə yazın. Mənfi x-in kvadratı üstə gəlsin 5 vursun mənfi x. Bunu sadələşdirəndə alıram x kvadrat çıx 5x. Bu, baxın görün bu ifadə bunun özünə bərabər oldu. Xeyr. Yəni bərabər deyil x kvadrat üstə gəlib 5x. Tamam. Yaxşı, bu ifadə buradakı ifadənin tam əksinə bərabər oldu. Bax, mənfi x kvadrat çıx 5x. Xeyr. Buna da bərabər deyil. Əgər buna bərabər olsaydı cüt olardı, əksinə bərabər olsaydı tək olardı. Ona görə yazıram botça olur. Yəni nə təkdir, nə cüt. Belə, bunu yenə də öz bildiyimiz kimi belə xoşduruq. Məsələn, yenə də bax, 1 yazıram, ilir 6. Əgər mənfi 1 yazanda 6 olsaydı, cüt olmalıydı. Mənfi 6 olsaydı, təkdir. Bu isə görürsünüz, mənfi 1-i yerinə yazanda 1 çıx 5 mənfi 4 elədi. Deməli, ona görə nədir, nə təkdir, nə cütdür. Y bərabər 6x üstə gəlinsin 5. Şahidlər 1 verirəm, 11 verir. Mənfi 1 verirəm, mənfi 1 verir. Ona görə bu nə təkdir, nə cütdür. Məsələn, y bərabər bilənlər bilir arc kosinus funksiyası. 2-də 1 verəndə bu oldu 60 dərəcə. Mənfi 2-də 1 verəndə də arc kosinusun qiymət oblası 0-3 arasında olduğuna görə 120 dərəcə. Ne oldu? 60 olsaydı cüt olardı. Mənfi 60 olsaydı tək olardı. Ona görə bot oldu. Yəni nə təkdir, nə cütdür. Bəli, bu oldu deməli T funksiya, cüt funksiya. İndi isə keçir nədir? Bunu xassələrinə şəhiddir. Xassələr. Demək, birinci verimiz xassə nədir? Bax, ixtiyari fx və jx cüt funksiyalar olsun. Yəni hər ikisi cüt. Bu partiyada hər ikisi cüt funksiyalar üçün. Demək istəyirəm ki, bu partiyada məsələn birinci, elə bu ümumi şəkildə bir olsun. Birinci, baxın şahidi deyirəm ki, cüt funksiya ilə cüt funksiyanın cəmi cüt funksiyadır. Yəni bu xassədir. Cüt funksiyanın cəmi cüt funksiyadır. Birinci, əlbəttə bunu tam şəkildə görək ondan sonra. Məsələn, bax, yazırım fx bərabərdir. 6x-in kvadratı, bu şübhəsiz ki, cüt funksiyadır. Məsələn, 8 modul 200, bu da cüt funksiyadır. Bax, mənim niyə bunların cəmi cütdür? Bir dənəsi normal görək də, bir yerinə yazanda, baxın görək, neçə elədi 14. Bəs mənfi bir yerinə yazanda 14. Artıq mən gördüm ki, cüt funksiyanın cəmi cüt funksiyadır. İndi birisi nə demək istəyirəm? Artıq bu misalı gördük də, ispat elədik. İndi artıq xasə nədən ötürür bəs? Hər dəfə yerinə bir yazas deyiləm ki, özdə söhbət təkcə birdən getmir. Görürsünüz, kosinüsün cüt olmağını göstərmək üçün 60 mənfi 60 yazdıq. Yəni 2 yaz, nəsə yazırsan yaz. Demək istəyirəm ki, artıq biz gördük ki, cütün üstə cütgən cüt edir. İndi məsələn, bax, birincisi bu balaca bir qeyd verim ondan sonra. Bu trigonometriyada funksiyalardan gelir də söhbət. Sinus x nədir? Təkdir. Əlbəttə desəniz niyə? Deyəcəm 30-da 2-də 1-dir, mənfi 30-da mənfi 2-də 1-dir. Bax, kosinus funksiyası cütdür. Desəniz niyə? Deyəcəm ki, çünki 60-da mənfi 60-da ikisində də 2-də 1-dir. Bax, tangent x təkdir. Niyə? 45-də 1-dir, mənfi 45 mənfi 1-dir. Kotangent x təkdir. Niyə? 45-də 1-dir, mənfi 45-də mənfi 1-dir. Arcsinus x funksiyası təkdir. Niyə müəllim? 2-də 1-də 30-dur, mənfi 2-də 1-də mənfi 30-dur. Arctangent x-də təkdir. Niyə müəllim? Arctangent 1 45-dir, mənfi 1 mənfi 45-dir. Arc kosinus 2 və ya da arc kotangent x, bunlar sənədə bot çoxluğudur. Bəli, bayaqlar buna aid danışdıq. İndi bunu qeyd kimi verdim ki, yəni bunlar funksiyalardan gedir, funksiyaların toplanmasından çıxmasına. Funksiya deyəndə yerinə nə yazmalıyım? Funksiya yazmalıyım.
Bax qeyd edirəm ki, cütün üstünə cüt gələn cüt yürür. Sual niyə? Bax gördünüz də 1 verdim 14 elədim. Mənfi 1 mənfi 14. İndi bəs xassisə nədən ötürüdür? İndi hər dəfə yerə 1 yazmalı deyirəm ki, indi mən sizə desəm ki, ay şahiddir. Bax kosinus birinci kosin cütdür. Əlbəttə niyə deyəndə deməyəcəm ki, əzbərə deyirəm 60 yazanda 2-də 1 deyil. Mənfi 60 yazanda 2-də 1-dir. Ona görə tanımaq lazımdır, öyrənmək lazımdır. Yoxsa ki boş-boşuna kosin cütdür. Niyə? Sonra baxın, mən deyirəm x kvadrat cütdür. Desən niyə? Deyəcəm 1-də 1 deyil, mənfi 1-də 1-dir. Baxın, 6 modul x nədir? Cütdür. Desən niyə? Deyəcəm 1-də mənfi 1-də 6 edir. Məsələn, 8x-10 cütdür. Niyə? 1-də mənfi 1-də 8 edir. İndi baxın, bunların toplasam hamısı cüt olacaq. Niyə? Artıq deməyəcəm gəlin bir yazaq hesablayaq. Dedim də cüt funksiya, cüt funksiya, cüt funksiya, cüt funksiya toplayanda cüt edir. Bir daha bax xassisə nədən ötürüdür onu izah edirəm. Bax bu xassədən danışıram bax. Deyirəm ki, bir daha 6x-10 nədir? Yəni soruşmayın məndən. Deyirəm cütdür. Səbəb plus minus 1-də 6 edir. Tərif elədir, müsbətdə, mənfidə olmalı. Baxın 8x-4 nədir? Cütdür. Niyə? 1-də mənfi 1-də 8 edir. 9x kvadrat nədir? Cütdür. Mən də deyirəm ki, bunları toplayanda cüt edir. Ay kosinus x nədir? Cütdür. Bəli, tangis x təkdir, ancaq modulda tangis cütdür. Niyə? 45-də 1-dir, mənfi 45-də yenə 1-dir. Ona görə bunların cəmi nə olmalıdır? Cüt olmalıdır. Yəni müəllim deyir ki, cüt funksiyanın cəmi nədir? Cüt funksiyadır. Bir də çıxdı bir buradan net qeyd var və deməli burada deməli ixtiyar bir dənə də A daxildir, R həqiqətdir yazaq. Bir də cüt funksiyanın üzərinə şahiddir. Hər hansı bir ədədi gəlsəniz də, çıxsanızda yenə cüt funksiya olacaqdır. Çünki ədədlərin özü də cüt funksiyadır. Məsələn, y bərabər 5 ədədi cüt funksiyadır. Cüt ədəd demirəm, cüt funksiya. Yəni 5 nə deməkdir? 5 üstə gəlsin 0x deməkdir. Ona ki 1 verəndə də 5 eləyəcək, mənfi 1 verəndə 5 eləyəcək cüt funksiyadır. Ona görə y bərabər 6 niyə cüt funksiyadır? 1 verəndə də 6 eləyir, mənfi 1 verəndə 6 eləyir. Ona görə demək istəyirəm ki, məsələn, yazsam ki, kosinus cüt funksiyadır. Üstünə 5 gələndə, bəli, cüt funksiyadır. Baxın, tangis kvadratı cüt funksiyadır. Çünki plus minus da eynidir. Üstünə 8 gələm, cüt funksiyadır. Yəni, cüt funksiyana istənilən ədədi toplayanda nədir? Cüt funksiya verir bu şəkildə. Sonra, ikincisi, deməli, burada cüt funksiyanın cəmiri yazdım. Bunların elə fərqi də həmçinin. Bir dəqiqə burada ikinci deyəndə, yəni bu cüt funksiyanın istəyərəm ki, fərqini də eyni yerdə yazım. Çünki bunları toplasaq da eyni şeydir, çıxsaq da eyni şeydir. Çıxmaq üçün adden deməyim də, bunları çıxsam da, toplasam da hamısı nədir? Yəni cüt funksiya sayılır. İkincisi, baxın, cüt funksiya hasilindən gedir söhbət. Cüt funksiya hasili nədir? Yenə nədir? Cüt funksiyadır. Aha. Niyə müəllim? Birincisini izah edək. Bax şahiddə birincini tam görmək lazım. Deyirəm ki, x kvadratı cütdür. Niyə? Çünki plus minus 1-də eyni alır. Bax, x altı cütdür. Niyə? 1 qoyanda, mənfi 1 qoyanda 1. Bax, bunları vuranda gördünüz mü? X 8 oldu cüt. Mən önce konkret gördüm ki, cüt funksiya vuranda cütdür. İndi ona görə mən deyə bilərəm ki, ay şahiddə. Deməli, baxın, kosinus funksiyası nədir? Deyirsin, cüt. Modul x funksiyası nədir? Cüt. Bəli, bunlar bir-birinə vuranda artı olacaq cüt funksiya. Bəli. Üçüncüsü, ta deməyəcəm, gəlin yerine bir yazalım. Bax, fx bərabərdir. 6x kvadrat nədir? Cüt. Sonra, məsələn, modulda tangis nədir? Cüt. Bəli, cüt funksiya hasili nəyə bərabərdir? Cüt funksiya. Niyə? Xassiyə görə. Sonra, üçüncüsü, deyirəm ki, cüt funksiya nisbəti cüt funksiyadır. Desəniz, mənim niyə? Birinci misal çəkəcəm. Deyirəm, baxın, fx bərabər x-10 cüt funksiyadır. x-6 cüt funksiyadır. Böləndə x-4'dür. Bax, 1 mənfi 1 verəndə görürsünüz ki, nədir? Müsbət olur. O da cüt funksiya. Buca konkret gördük ki, cütü böləndə cütülür. İndi misalları genişləndirirəm. Deyirəm, bax,
Məsələn, x kvadrat üstə gəlsin 5 cüt funksiyadır. Niyə? 1 qoyanda da 6-dır, mənfi 1 qoyanda da 6-dır. İndi məxrəcə baxın. Yazaram x4 üstə gələ 8, bu da cüt funksiyadır. Çünki 1-də, mənfi 1-də görürsünüz ki 9-dur. İndi bu cütə belə də cütürür. Kim bekarsa gelsin təzən yerine 1 mənfi 1 qoysun. Üçüncüsü, bax deyirəm ki, y bərabər kosinus x funksiyası cütdür. Mod 2 cütdür. Cütü cütə böləndə nə edir? Cüt. Nəyə görə? Artıq xassiyə görə. Bəs xassiyə nədən ötürüdür? Yəni belə deyək də, özümüz birinci özümüzə isbat edirik. Başa düşürük ki, cütü cütə vuranda və ya böləndə cütürük. Sonra artıq xassiyə ilə başlayırıq yazmağa. Baxın, deyirəm ki, 6x kvadrat nədir? Cüt. Niyə? Çünki 1-də mənfi 1-də 6-dır. Mod x nədir? Cüt. Bəli. Demək cəmi də cütdür. Bəs 5x 4 üstə gəlsin 6 cütdür. Yenə deyirəm 1 mənfi qoyanda məxrəc 11 ona görə. Cütü cütə böləndə nə etməlidir? Cüt. 5-ci. Baxın, deyirəm 9x kvadratı üstə gəlsin 8-dən də cüt. Səbəb çünki 1-də də, mənfi 1-də də 17 edir. Məxrəcə bax, 6x üstü 10 üstə gəlsin 4. 1-də də, mənfi 1-də də 11. Cütü cütə böləndə nə etməlidir? Cüt funksiya etməlidir. Bəli, indi keçdi növbəti. Bəli, üçüncüsü. Bəs cüt funksiyanın, bir dəqiq bölməni dedim də şu. Bəli, cütlə cütün cəmi də dedik, fərqin dedik, hasil nisbətin üstün ədəd. Hə, indi keçirik növbətiyə. İkincisi. İntihar funksiya. Deyirəm ki, ixtiyar işarəsidir. Fx və jx tək funksiyaları və a daxili r həqiqətə üçün. Artıq məsələn cüt funksiyanı təkrar edəsək, biz deyə bilərik ki, cüt funksiyanın cəmi cütdür, fərqi cütdür, hasili cütdür, nisbəti cütdür, üstünə ədəd gələndə cüt funksiyadır. İndi isə tək funksiya. Göstərmək istəyirəm ki, təklə təkin cəmi ilə fərqi təkdir, hasil ilə nisbəti isə cüt olmalıdır. Bəzən şahidlər, məsələn, mən cüt funksiya deyirəm, yerinə cüt ədəd qoyur. Tək funksiya deyirəm, yerinə tək ədəd qoyur. Olmaz. Məsələn, tək funksiyaya vuranda cüt funksiya verir. Ancaq siz tək ədədə vuranda tək ədəd edəcəm. Əgər elə eləmək istəyirsinizsə, mən cüt funksiya deyəndə siz yerinə müsbət ədəd qoyun. Tək funksiya deyəndə mənfi ədəd yazın. Ancaq bir dənə burada plus düz gəlməyəcək. Qeyd edin ki, üzr istəyirəm, minus düz gəlmir. Yəni, üstə gərək nədirsə, çıxaqda ondandır. Məsələn, mənfi ədədin cəmi nədir? Mənfi. Ona görə tək funksiyanın cəmi fərqi təkdir. Mənfi ədədi vuranda da müsbət edir, mənfinin mənfiyə böləndə də müsbət edir. Ona görə təki-təkə vuranda cütdür, təki-təkə böləndə cütdür. Yenə deyirəm, tək deyəndə mənfi düşünürsünüz, cüt deyəndə müsbət. Məsələn, təki cütə vuranda nə inir? Siz mənfini müsbətə vuranda, mənfi edir. Deməli, təki cütə vuranda da tək edir. Bax belə. Bu şübhəsiz ki, nədir? Bu qondurma bir şeydir. Baxın, deməli, deyirəm ki, birinci burada. Deməli, tək funksiya ilə tək funksiyanın bəli cəmi və fərqi olur tək funksiya. Birinci izahə görə niyə? Deyirəm, ay şəkildə, gəlin baxaq. 6x-in kubu nədir? Tək funksiya. 5x, məsələn, 5x-in özədir tək funksiya. Niyə? Çünki 1 verəndə 6-dır, mənfi 6-dır. Bu da 1-də 5-dir, mənfi 1-də mənfi 5-dir. Ancaq bunlar toplayanda da təkirir. Niyə müəllim? Çünki 1 verəndə 11-liyir, mənfi 1 verəndə mənfi 11-lir. Görürsünüz, oldu tək funksiya. Və yaxud fx bərabərdir, məsələn, 6x üstü 5 tək funksiyadır. 1-də mənfi 1-də plus 6-dır. X-in kubu da təkdir. 1 verəndə 1-dir, mənfi 1 verəndə mənfi 1. Bəs fərqi təkdir, niyə? Çünki şahiddə 1 verəndə 5 edir. Mənfi 1 verəndə mənfi 5 edir. Ona görə bu oldu tək funksiya. Yəni biz özümüz gördük ki, təklə təki toplayanda da çıxanda təkirir. Bəli, ancaq indi başlayıram xassiyyə yazmaq. Deyirəm ki, məsələn, baxın, bu olsun sinus x. Sinus x təkdir. Bax, tangisi təkdir. Bəli, toplayanda təkdir. 5x təkdir. Topla və ya çıx, yenə təkdir. 6x kubu təkdir. Toplayıram təkdir. 7x 5 təkdir. Çıxıram yenə təkdir. 10x 9. Baxın, görün, gah toplayıram, gah çıxıram. Ona görə bu funksiya oldu tək funksiya. Bax, bu gördüğünüz funksiya tək funksiya. Bir daha.
Baxın şahidlər. 6x üstü 5 təkdir. 7x'in kubu təkdir. Tangis x təkdir. Kotangis x təkdir. Məsələn, arxsinus x təkdir. 5x üstü 15 təkdir. Bunlar istəyirsiniz toplayın, istəyirsiniz çıxın. Nağarsını, yəni toplama və çıxmadan söhbət gedir, olacaq tək funksiya. Bax, xasən bundan ötürdür. Ta demirəm ki, 1 ilə mən 1 qoy yerinə. Mən sadəlik üçün 1 qoydum, əmin oldum ki, hə, 1-də mən burada təklə, təkin cəmi təkdir. Artıq xasə ondan ötürür ki, bəli, təklə təki toplayanda və çıxanda həmişə nədir? Tək funksiya olmalıdır. İndi ikincisi, bəs müəllim, bu görən bu tək funksiyanı, görən bu tək funksiya vuranda nə edir? Bəli, o artıq nədir? Cüt funksiyadır. Niyə müəllim? Birinci misal verək. Deyirəm, baxın, x kubu təkdir. Tamam. X üstü 5 də təkdir. Ha, vuranda cüt edir. Özünüz baxın da x üstü 8 edir. 1 qoyanda, m1 qoyanda, hə, 1 edir. Artıq bu funksiya cüt funksiyadır. Tam əmin oldum ki, təki vuran cüt edir. İndi xassiyyə başlayıram tez-tez yazmağa. Deyirəm ki, bax, sinus x nədir? Tək. Bəs x üstü 5 nədir? Tək. Bəli, bu təki vuranda birbaşa yazıram cüt. Ta 1 yazmıram yerinə. Deyirəm, ay şahidlər, 6x kubu nədir? Deyirsən, ay mənim tək funksiyadır. Bəs tangis x nədir? Təkdir. Bu təki vuranda artıq olacaq nədir? Cüt funksiya. Bir daha. Fx bərabərdir. 7x üstü 5 tək funksiyadır. Bəs arxsinus x nədir? Tək funksiyadır. Bu təki vuran nedir? Cüt funksiya şahidlər. Səbəb, çünki xassədir. Dördüncüsü, fx bərabərdir. 6x üstü 15 tək funksiyadır. Məsələn, arxsinus x tək funksiyadır. Bunları bir-birinə vuranda və ya arttan x olsun tək funksiyadır. Bunları bir-birinə vuranda tək funksiya eləməlidir. Niyə? Çünki artıq nədir? Xassədir. Üçüncüsü, deyirəm, bəs yaxşı, tək funksiyanı görən tək funksiya böləndə nə edir? Bəli, tək funksiyanı böləndə cütürür. Müəllim, niyə? Birinci misal çəkim. Deyirəm, baxın, x üstü 15 təkdir. X üstü 5 təkdir. Böləndə x üstü 10 nədir? Gördünüz, cüt elədir. Çünki 1 mənfi 1 verəndə görürsünüz ki, nədir? 1 eləyir. Cüt funksiya. İndi artıq özüm gördüm ki, təki böləndə cüt eləyir. İndi artıq başlayıram xassiyəni yazmağa. Deyirəm, bax, sinus x təkdir. Tangis x təkdir. Təki böləndə cüt eləyir. Tay demədim, gəlim adı çevirək. Baxın, şahidlər, fx bərabərdir. Bax, x kubu üstə gərək 5x təkdir. X üstü 7, üstə gərək x-in kubu təkdir. Təki bölənir, cüt edir. Niyə? Xassiyə görə. Fx bərabərdir 6x üstə gəlsin, x üstü 7 təkdir. 5x üstə gəlsin, x-in kubu təkdir. Təki bölənir, eləməlidir? Aməlim cüt edir, bəli. Bir də dördüncüsü, bu qeyddir, bu 4 kimi yazmayaq. Bax, tək funksiyanın üzərinə ədəd gələndə də, çıxanda da boş olur. Nə demək boş olur? Baxın. Biz nə tək, nə cüt funksiya haqqında danışdı da öncədə bəli. Məsələn, baxın şahidlər. 6x-in kubu təkdir. Ancaq üstünə 5 gələndə, bütün ədədlər dedim, axı cüt funksiyadır. Baxın, 1 qoyanda 11 eləyir. Mənfi 1 qoyanda görürüz mənfi 1 eləyir. Ona görə nədir? Bu boş oldu. Yəni, nə təkdir, nə cütdür. Bax, beləcə. Deməli, nəticələr təzələn oxuyaq. Deməli, cüt funksiyanın cəmi, fərqi oldu nədir? Cüt funksiya, hasili nisbəti cüt funksiya. Sonra təklə təkin cəmi, fərqi təkdir. Hasili nisbəti isə nədir? Cütdür. İndi isə növbəti 3-cü qayda. Deməli, fx olsun cüt funksiya və gx olsun tək funksiya. Belə xassiyə. Deyirəm ki, cüt funksiyanın, tək funksiyanın cəmi də, fərqi də nə təkdir, nə cüt, yəni boş olur. Birinci misallar. Deyirəm şahidlər, 6x kvadratı cütdür. Tamam, 1-də mənfi 1-də 6 eləyir. 5x təkdir, çünki 1-də mənfi 1-də plus 5 eləyir. Bunu toplayanda niyə boş oldu? Çünki 1 verəndə 11 eləyir. Mənfi 1 verəndə görürsünüz ki, başqa bir şeylə 1 nə təkdir, nə cütdür. Bəli, özümüz gördük ki, təklə cütü toplayanda və ya cütlə təki toplayanda boş olur. İndi misal verirəm. Deyirəm, kosinus nədir? Cüt funksiya. Tangis nədir? Cüt funksiya. Tək funksiya. Bunların cəmi fərqi nədir? Boş olur. Niyə? Xassiyə görə.
fx bərabər 6x üstü 4 cüt funksiyadır. Məsələn, x modul x t'dir. Niyə 1-də 1-də, mənə 1-də mənə 1-də? Bunlar toplasam da, çıxsam da boşçuludur. Dördüncü. Baxın şahidlər, fx bərabərdir. Məsələn, 15x'in kubu tökdür də o. 7x'in kvadratı cüddür də. Yenə deyirəm, niyə təkdir? 1-də, mənə 1-də əksdir. Bu isə 1-də mənə 1 deyildir. Bunları toplasan da, çıxsan da boşçulu olacaq. Niyə? Xasiyə görə. Fx bərabərdir. Məsələn, 6 modul 2 cüddür. 7x'in kubu təkdir. Bunları çıxan da nədə boşçulu olur? Yəni, mən göstərdim ki, cüt funksiyanın, t funksiyanın cəmi fərqi nədir? Boşçuludur. Keçək bunların hansına və nisbətinə. Yəni, ikinci. Deyirəm, bax, cüt funksiyanın fx deməli cüt idi. Gx tək idi. Gx tək. Bəs mənim bu cüt funksiyanın t funksiya hansı nədir? Bəli, t funksiyadır. Deyirsəniz, niyə? Əlbəttə, yoxlamaq lazım. Deyirəm, baxın şahidlər. Fx bərabər. X üstü 6 cüddür. X üstü 5 təkdir. Görürsünüz, bunları vuranda x də 11-lədir. Bəli, x də 11 nədir? Tək funksiyadır. Artıq mən gördüm ki, cütü təkə vuranda təkirir. İndi xasiyyəni başlayıram yazmağa. Sual verirəm ki, kosinus nədir? Deyirsiniz, cüt. Bəs siyahşı sinus nədir? Deyirsiniz, tək. Bəs bunların hansı nədir? Bəli, təkdir. Niyə müəllim? Dedim, xasiyə görə. Bir daha, fx bərabərdir. 6x'in kubu nədir? Tək. Bəs kosinus x nədir? Cüt. Bəs təkin cütə hansı nədir? Bərabər tək. Niyə müəllim? Xasiyə görə. Bir daha. Deməli, cüt funksiyanın, məsələn, x üstü 6-nın t funksiya, məsələn, arktangesi x-ə hasili, cütün təkə hasili təkdir. Niyə xasiyə görə? Bir daha, baxın, 5x'in kubu təkdir. 7x'in kvadratı cüddür. Bundan hansına baxsanız 35, x üstü nədir? 5'dir. Bu da oldu nədir? Tək funksiya bu şəkildə. Bəli, demək, cüt funksiyanın, t funksiyanın hasili nədir? Oldu nədir? Tək funksiya. Sonra üçüncü. Deyirəm, fx cüt olsun. Gx tək olsun. Bəs mənim bunların görən fx-dən gx-in nisbəti nədir? Cütün təkə nisbəti nədir? Bəli, bu gördüyünüz cütün təkə nisbəti olacaq tək funksiya. Yeni görək niyə? Misal çəkirəm. Məsələn, x-də 10 cüt funksiyadır. X-in kubu təkdir. Bunları böləndə görürsə axı təkirir. Artıq mən tam gördüm ki, cütü təkə böləndə təkirir. İndi misal çəkirəm. Deyirəm, ay şahidlər, bax, bu olsun modul x-də gələk 5. Görürsünüz cüt funksiyadır. Böləm x kubu üstə gələnsə 5x. Tək funksiya. Cütü təkə bölən nə edir? Deyim, mənim xasiyə görə təkirir. Fx bərabər sinus x nədir? Təkdir. Kosinus x nədir? Cütdür. Təkir, cütə böləndə təkirir. Başqa. Y bərabərdir. X modul x təkdir. Çünki 1-də mənə 1-də əksilir. 6x kvadrat üstə gələcək ki, cütürür. Çünki məxrəc 1-də mənə 1-də 14-dür. Ona görə cavab oldu nədir? Tək funksiya. Dördüncü. Fx bərabərdir arktangens x. Bax, tək funksiyadır. Arcsinus x. Arcsinus x tək funksiyadır. Təkə böləndə, yəni biz burada biri tək, biri cüt demişdim. Hə, olsun. Deməli, yuxarı təkdir. Aşağı olsun məsələ nə yazıram? Kosinus x yazıram. Kosinus təki cütə böləndə nədir? Tək funksiya. İnşallah aydındır. Sonra indi belə bir qeyd verək. Deməli, burada cüt funksiyanın qrafiki birinci. Bax, cüt funksiyanın qrafiki. OY oxuna nəzərən simetrikdir. OY oxuna simetrikdir. Bəli, və eyni zaman təyin oblasları simetrik olmalı. Deməli, baxın, cüt funksiyanın qrafiki. Baxın, şəhiddə. Görsəniz ki, funksiyanın qrafiki orada toxuna nəzərən simetridir, birinci cüt funksiyadır. Məsələn, bax,
Bu cüt funksiyadır. Eyni zamanda şahitdə təyin ola simetrik olmalıdır. Məsələn, mənə 5, 5. Məsələn, qrafik belə çəkirəm. Burada heç nə yazmamışamsa, deməli mənim sonsuz müsbət sonsuz deməkdir. Bəli, cüt funksiyadır. Məsələn, bu şəkildə çəkirik. Bu formada bəli cüt funksiyadır. Görürsən, mənim sonsuzluqdan müsbət sonsuzdadır. Sonra məsələn, belə də, yəni elə ola bilər ki, məsələn, tanımadığınız bir nəsə ola bilər, belə. Bu da belə, bəli, cüt funksiyadır, problem yoxdur. Yəni ki, təyin olması simetrik olmalıdır. İkincisi, tək funksiya. Bax, tək funksiya dedikdə, o koordinat başlanğıcına simetrik olur. Bir də yaxşı fikir versəniz, məsələn, cüt funksiya sıfırda təyin olmaya da bilər. Sıfırda başqa bir ədəd, məsələn, 5 ala bilər. Burada sıfırda ola bilər. Mən desəm ki, funksiya, məsələn, cütdür. F sıfırda nəyə bərabərdir? Bilmirəm. Təyin olmaya da bilər. 0 ola da bilər, 5 ola bilər. Ancaq tək funksiya koordinat başlanğıcına simetrikdir. Bu nə olur olsun, gəlib koordinat başlanğıcına keçməlidir. Baxın, bu tək funksiyadır. Belə yazmışıqsa, mənim sonsuz müsbət sonsuz deməkdir. Məsələn, bu şəkildə belə gəlir. Buradan beləcənə, bax, keçir. Yəni, görürsün, sıfırda sıfıra bərabərdir. Təyin olunubsa təbii. Baxın, eləyərəm ki, tutaq ki, belə, görürsün, təyin olunubdur. Bu da tək funksiyadır. Yəni, eyni zamanda başa üçün simetrik olmalıdır. Əgər bura yazsam mənfi 5, bura yazsam 6, bu tək funksiya deyil. Gələk, bu da 5 olsun. Bəli, deməli, tək funksiya 100% nədir? Belə deyək də, sıfırdan keçir. Məsələn, belə bir misal verək də buna aid. Məsələn, deyirəm ki, fx təkdir. Yazıram ki, f5 bərabərdir, məsələn, 6-ya. F mənfi 7 bərabər 8 və hər yerdə təyin olundu. Sual belə verir ki, qəbulda, məsələn, f0 vurulsun. F mənfi 5 üstə gəlsin, f7 ilə üstə gələ f9 nəyə bərabərdir? Bu şagird deyir ki, məsələn, f mənfi 5, option bunun əksidir. F nə bilim 7, bunun əksidir. Ancaq f9-da qalır ki, neyi necəm? Bunu qəsdən verir. Çünki biz bilirik ki, tək funksiya 0-da 0-a bərabər. Əgər təyin olubsa verir də təbii. Onun ki, bu 0-dır. 0-da nəyəsə vuranda şübhəsiz nədə 0 olmalı. Sonra üçüncüsü, baxın, nətək nəcüd. Nətək nəcüd. Bu hansıdır? Məsələn, qrafikə baxın. Qrafikə baxsa, görür ki, məsələn, bu qrafik nə x-ə simetrik şey, nə də y-ə simetrik deyil. Yəni ki, biz bilirik ki, o y-ə simetrik olanda cütüydür, koordinat başlanğıcı simetrik olan təkdir. Bu isə nədir? Simetriyası yoxdur. Ona görə nətək nəcüd. Və yaxud, məsələn, ağlıma gələn bir dənə qrafik çəkə bilərəm. Yəqin buradan hiss olunur, simetriya yoxdur və s. Bununla. Və yaxud belə cüt funksiya oxşadarım. Buraya yazarım 5, buraya yazarım 6. Gördüğünüz kimi nətəkdir, nəcüddür bəli. Bəzən də şahidlər, məsələn, bir dənə qeyd verim. Bəzən də funksiyanın görünüşünə görə adamı aldadırlar. Məsələn, fx, məsələn, mən kosinus deyən kimi deyəsiniz ki, cüddür. Siz nə bilirsiniz, mən kosinus üçün nə yazıram? Məsələn, kosinus x bölü 5. Bu nətəkdir, nəcüddür, niyə? Çünki 1 verəndə kosinus 6 deyir. Mənfi 1 verəndə kosinus 4 deyir. Bəli, bu oldu boşçuluq. Yəni, burada demək istəyirəm ki, görünüşə aldanmayın. Məsələn, fx bərabər sinus. Sin işarədir. Mən sin dedim. Sinus x demədim ki. Bax, sin x üstə gəlsin 4. Bəli, bu nətəkdir, nəcüddür. 1 qoyanda sinus 5 ilir. Mənfi 1 verəndə sinus məsələn 3 ilir. Ona görə nətəkdir, nəcüddür. Və yaxud sinusu siz tək görürsünüz də, elə deyilmi? Mən yazarım sinus, məsələn, x kvadratı. 1 verəndə də sinus 1-dir. Mənfi 1 verən sinus 1-dir. Gördünüz, oldu nədir? Cüt nədir? Funksiya. Yəni, müəllim demək istəyir ki, yəni, görünüşə nədir? Aldanmayın. Yəni, option deməli, cüt funksiya nədir? Plus minusda eyni qiymət alır. Tək funksiya isə plus minusda nədir? Əks qiymət nədir? Alır. İndi isə keçək funksiya nədir? Təyin obası nədir? Qiymət oblasına. Birinci funksiyanın təyin obası. Funksiyanın təyin oblasti. Funksiyanın təyin oblasti deyəndə, məsələn, d ilə işarə olunur və x başa düşürür. Bəzən də mümkün qiymətlər çoxlu bu şəkildə yazılırlar. Bəli,
Söhbət burada nədir? X-dən gedir. X-i necə tapmaq lazım? Bəli, mən başlayıram funksiyanın təyin olmasına. Hansı funksiyanın şahidlər? Tanıdığımız funksiyanın. Ona görə funksiyaları mən çəkəcəm. Yəni misal kimi təyin olmasını başlayır tapmağa. Məsələn, birinci bizim tanıdığımız lap birinci funksiya y bərabər kx-dir. Yəni belə düz mütənasib. Bunun təyin olması tapalım. Tapalım şahidlər d təyin olması. X hansı qiymət arar? Bax, x-in yerinə nə yazanda deyə bilərsiniz ki, mənası yoxdur. Məncə hər şey yaza bilərəm. Ona görə mən sonsuz müsbət sonsuzluq. İkincisi, y bərabər kx üstəgəlsin b. Bax, bu da oldu nə xətti funksiya. Bəli, bunun təyin olması da x üstəlinə qiymət verə bilərsiniz. Yəni mənfi sonsuz müsbət sonsuzluq. 3. Bax, y bərabər məsələn k bölünsün x. Yalnız məxrəc 0 olmaz da. Yəni d bərabər x-ə, o da fərqli 0. Bunun təyin olması yəni mənfi sonsuzluqdan nədir? 0-adır. Və 0-da nədir? Müsbət sonsuzluqdadır. Görün, tanıdığımız funksiyalardan danışıram. Y bərabərdir. Məsələn, kök 6x funksiyası. Bunun təyin olması, əlbəttə kökün altı bu cüt dərəcən olduğuna görə 0 və 0-dan böyük ədədlərdir. Təyin olması 0 müsbət sonsuzluqdur. 5. Y bərabər, məsələn, 3-cü dərəcənin x funksiyası. Bəli, burada bilirsiniz ki, 3-cü dərəcədə mənfi, müsbət, 0 hər şey yaza bilərəm. Təyin olması oldu nədir? Mənfi sonsuzluq, müsbət sonsuzluq. Sonra y bərabərdir. Nə tanıyırsınız? Məsələn, ax kvadrat üstəgəlsin, bx üstəgələk c kvadratli funksiya. Təyin olması nədir? X istənilən qiymət alır. Ona görə də mənfi sonsuzluq nədir? Müsbət sonsuzluqdur. Sonra y bərabərdir. Nə tanıyır? Modul x funksiyası. Bəli, modula istənilən qiymət verə bilərəm. Ona görə d bərabərdir. Təyin olması nədir? Mənfi sonsuzluq, müsbət sonsuzluq. 8. Y bərabər bax sinus x funksiyası. Y bərabər kosinus x funksiyası. Bu sinus kosinus istənilən qiymətdə alır. Ona görə təyin olması mənfi sonsuzluq, müsbət sonsuzluqdur. 9. Y bərabər tangent x funksiyası. Tangent sinusun kosinusa nisbətidir. Bunun təyin olmasını tap deyəndə biz deyirik ki, məxrəc 0-dan fərqli olmalıdır. Kosinus da 0'a alır, pi bölgüsü gəlir pi'nin. Ona görə bunun təyin olması bu ədəddən fərqli bütün ədədlərdir. Sonra y bərabər kotangent x funksiyası. Bunun təyin olması tapın. Bu da bərabər kosinus bölünsün sinus. Sonra burada isə sinus nədir? 0'dan fərqli olmalıdır. Yəni d elə bir x-lərdən ibarətdir ki, məsələn buradan x-dən fərqli nədir? Pi'nin olur. 11. Y bərabər arc sinus x. Baxın, funksiya, yenə deyirəm, funksiyanın təyin olması. Başqa nəyin təyin olması soruşur. Mən də funksiyaları yazıram da. Yəni, gərək bunu yazın, bu qalsın. Yəni, bilmirsiniz, öyrənin. Arc sinus x. Arc sinus və arc kosinus. Bundan hər ikisinin təyin olması, yəni x var, ha. Bu x ancaq mənfi 1-lə 1 arası olmalı. Yəni, siz deyə bilməzsiniz ki, arc sinus 50, 60, ancaq 5-də 1, 3-də 1, 3-də 2, 0-10-da 7, mənfi 1-lə 1 arasında qiymətləri qoya bilərsiniz. 12. Y bərabər arc tangent x və y bərabər arc kotangent. Bəli, burada d bərabər 2, yəni istənilən ədədlər çoxluğudur. Mən sonsuz, müsbət sonsuzluq, tanımırsınız öyrənin. Y bərabər loqaritma, məsələn, a əsasdan x. Bunun təyin olması, yəni x, yəni 0-dan böyük olmalıdır, yəni bu şəkildə. Və ya 14 y bərabərdir a üstü x funksiyası. Burada x, məsələn, mənfi sonsuz, müsbət sonsuz istənilən bir qiymət yazırıq, istisna halı yoxdur. Bax, bunlar belə deyək, funksiyalardır. Mən də funksiyanın təyin olmasını danışdım. Gəlin biraz genişləndirək, görək nəyi və necə. Bax, misal kimi genişləndirəm. Yenə də birinci qeyd verəyim. Bax, şahiddə biz bilirik ki, məsələn, n-ci dərəcə a üstü m. Bu bərabər a üstü m bölün. Ancaq hər zaman deyirik, yəni bu gərək a 0-dan böyük olsun, məsələn, mənfi olmasın. Yəni biz bilirik ki, bax 0 üstü 0'ın mənası yoxdur. 0 üstü mənfinin mənası yoxdur. Mənfi üstü kəsirin mənası yoxdur. Bunu biz bilirik. Bəli, indi başlayayım misalla verməyə. Məsələn, deyirəm ki, y bərabərdir. Bax, şahiddə yazıram. Məsələn, necə yazaq? Məsələn, kök 6x. Bu funksiyanın təyin olmasıdır. Bəli, yazdım y d bərabərdir x-ə, o da bərabər 0 müsbət sonsuzluq. Yəni, düşünürsünüz ki, kökün altına 0-dan böyük ədədlər qoyuruq da. İkinci,
Bu yazarım y bərabər x üstü 2'də 1. Yəni bu əslində ayrı funksiyadır, bu ayrı funksiyadır. Bunlar təxminən bir-birinə bərabər. Çünki hər ikisi nədir? Təyin oblası 0 müsbət sonsuzluğuna görə. Siz ayrı-ayrı baxın. Məsələn, üçüncü. Y bərabər 3-cü dərəcənin x. Bayaq yazıq ha. Olsun 5-ci dərəcənin x. Bunun təyin oblası düşünürsən ki 5-ci dərəcənin hər şey yaza bilərəm da. Mən sonsuz müsbət sonsuz. İndi bunu oxşarım bir yazım 4. X üstü 5'də 1 deyəsiniz ki eynidir. Eyni deyil şahidlər. Baxın burada yenə deyirəm bu 5'də 1'dir. Axı mənfi kəsir mənası yoxdur axı. Siz burada mənfi qoya bilməzsiniz ki. D bərabər nədir? 0 müsbət sonsuzluq. Bir daha. Bax təyin oblası. Deyirəm ki x 3'də 1'in təyin oblası nədir? Siz desəniz ki bu x 3'də 1 bərabər 3-cü dərəcənin x-ə səhvdir. Bu buna bərabər deyil şahidlər. Deyil. Çünki müsbət olanı bərabərdir. Soldakının təyin oblası 0 müsbət sonsuzluq. Çünki nədir? Mənfi kəsir mənası yoxdur. Ancaq sağda mənfi, müsbət hər şey yaza bilərsiniz. İndi mən deyirəm ki y bərabər deyim. X çıxsın 5 üstü 3'də 1. Bunun təyin oblası da. Siz bunu bərabərdir. 3-cü dərəcəni x minus 5 yaza bilməzsiniz şahidlər. Bilməzsiniz. Bu ayrı funksiyadır, bu ayrı funksiyadır. Bunun təyin oblası deyəndə x başa düşür. O x'lərdə 5 və 5'dən böyük ədədlər çoxluğudur. Ancaq sağdakının təyin oblası. Məsələn, var yazaq da 7-ci. Y bərabər 3-cü dərəcənin x minus 5. Bunun təyin oblası isə b bərabərdir bütün ədədlər çoxluğu. Bunlar ayrı şeylərdir axı yəni. 8. Bax y bərabər yazıram x çıxılsın 10 üstü mənfi tutaq 3'də 1. Yəni biz düşünürük ki, yenə deyirəm 0 üstü mənfi mənası yoxdur. Mənfi kəsir mənası yoxdur. Biz bura yəni x minus 10'un yerinə 0'dan böyük ədəd yazmalıyıq. Ona ki d bərabər x-ə o da böyükdür 10'dan yəni 10 müsbət sonsuzluq. İnşallah aydındır. Yəni siz bunu yenə bax bunu bu şəkildə yaza bilməzsiniz. 1 bölünsün 3-cü dərəcənin x minus 10. Bu buna bərabər deyil. Çünki burada axırıncı yazdığımda təyin oblası ondan başqa bütün ədədlər çoxluğudur. Çünki bunu yenə mənfi müsbət nə yazırsan yaz. Bir dənə 10 yazma ki məxrəc 0 nədir? Olmasın. Bəli. Deməli bu şəkildə deməli biz yəni bu düstura uyğun qeyd verdik. Sonra genişləndirək. Məsələn y bərabərdir. Yazıram kök altında x kvadrat çıxılsın 4 x üstə yerə 3. Bu funksiyanın təyin oblası. Yəni biz deyəcəyik ki, bu əslində yəni bu çox uzun, yəni bölmədir, yəni çətin deyil, uzun bölmədir. Yəni müxtəlif versiyalar var. Məsələn, kök altı. Bunun təyin oblası. Biz deyirik ki, bunun dərəcəsi yazılmır da, yəni 2'dir burası, yazılmır. Bu şübhəsiz ki, cüt dərəcənin olduğuna görə, yəni 2 olsun, 4 olsun, 20 olsun, nə olsun, bunun altı, yəni kökün altı 0'dan böyük bərabər olmalıdır. Böyük bərabər. Artıq bunun kökləri bilirsiniz ki, 3'dən 1'dir. Bilənlər bilir. 1, 3. Belə intervallara ayırırıq. Müsbət, mənfi, müsbət. Ona ki, bunun təyin oblası deyəndə müsbətləri götürürük. Mənfi sonsuzluq 1. Birləşmə nədir? 3 müsbət sonsuzluq. Bu oldu funksiyanın təyin oblası. İkincisi, mən bunu dəyişdirəm, yazıram ki, yox, 5-ci dərəcənin x kvadratı çıx 4x. Yəni şu anki diqqət olmalıdır. Yəni 5-ci dərəcədən biz kökün altına mənfi, müsbət hər şey yaza bilərik. Yəni bunun təyin oblası mənfi sonsuz, müsbət sonsuzdur. Bunun bura nə dəxli var ki? Üçüncüsü, ona görə yazmağa baxın da. Mən yazıram 10-cu dərəcədən x kvadrat çıx 9. Biri yazıram y bərabərdir. Məsələn 15-ci dərəcədən x kvadrat çıx 9. Bu altdakında d hər şey ola bilər. Çünki burada sən x-in yerinə hər şey yaza bilərsən. 15-ci dərəcədə mənfinin, müsbətin 0 mənası var. Ancaq burada isə x kvadrat çıx 9. 0'dan böyük bərabər olmalıdır. Biz də bir-iki böyük olanda, yəni qıraqlar götürürük. Mənfi sonsuzluq, mənfi 3. Birləşmə nədir? 3 müsbət sonsuz. Yəni bu şəkildə. Yenə bir daha bunu genişləndirim. Yəni hər halda görürsünüz ki, funksiyanın təyin oblası gedib bərabərsiz çıxır. Məsələn, biraz genişləndirəm. Y bərabərdir kök altında. Yəni, kökün altında mən yazdım belə bir rasyonel ifadə. Yəni, siz deyəsiniz ki, müəllim, bax buradan x minus 1 bölünsün x minus 4. 0'dan böyük bərabər. Bu oldu artıq interval metodu. Onun kökləri 1 yəni alır, 4'ü almır.
müsbət, mənfi, müsbət artı bunun cavabı yəni d-sı bərabər. D yəni x-ə eyni şeydir, bu bərabərdir. Mənfi sonsuzluqdan 1-ə, bir də birləşmə, 4 interval, yəni açıq, müsbət sonsuz. Bəli. Bir də təzən 5 oxşar 1-in yazıram, çalışmayın. Yazıram 3-cü dərəcənin x-1 bölünsün x-4. Bunu təyin oblasda. Yəni, tez görməmiş kimi şagird deyir ki, kökün 6 sıfırdan böyük bərabər. Elə yox şagird. Bu 3-cü dərəcədən deyil. Onun ki, buradakı d bərabər x-ə, yəni bu x hər şey ola bilər, ancaq 4 olmaz. 4-dən başqa, yəni hər şey ola bilər. Ancaq bura 30-cu dərəcə olsa, təbii yuxarıda kim olacaq onun cavabı? Yəni, y bərabərdir. Yazıram bura x kvadrat, məsələn, vurulsun x-5, bölünsün x çıx 6. Yəni, istəyirsiniz integral metoddur. Yəni, kökün 6, bax, kökün 6. Bax, bu ifadə sıfırdan böyük bərabərdir. İndi qaldı ki, bunu yəni, məntiqlə yazar. Biz deyərik, x kvadrat müsbətdə tullün geçsin. Ancaq sıfır götürmək şərtilə. Mən bunu tullayaram, bunu həll edərəm. Bu olur mənfi sonsuz 5, 6 müsbət sonsuz. Sıfır da orada var. Yəni, məntiq odur. Ancaq əsl yolda odur ki, 0 bura yazırıq, 5-i də yazırıq, 6 açıq da yazmırıq, bunları qaradır, qapalı, açıq deyirlər. Bu 0-ın belə deyək də, müsbət, mənfi, 0-ın sağın işarəsindən solun işarəsi indi. Böyük bərabər 0 deyirlər, mən dedim mənfi sonsuzluqdan 5-ə, birləşmə 6 müsbət sonsuz. Yenə bu çətinlik varsa, bilin ki, bərabəsin çətinliyidir. İndi mən bu 6-cı misalı 6 iştirik yazıram. Tutub yazsam ki, 7-ci dərəcəni yazsam, belə bax, həmən misal köçürdürəm, belə yazıram. Onda məsələn, heç bir şagird bunu bu şəkildə yaza bilməz. Bunun hər zaman mənası var, bir də məxrəc. Gərək altda nədir? Fərqli olmalı. Yəni, görməmiş kimi həmən sıfırdan böyük bərabər də yerə düşünmək olmaz, şagird olmaz. 7-ci, y bərabərdir. Məsələn, yazırım kök altında. 2x minus 5, bir də minus x plus 1. Belə bir şey. Amma onun təyin oblasında. Mən yazıram ki, kökün altındakı bu ifadə bu sıfırdan böyük bərabərdir. Yəni, buradan 2x minus 5 böyük bərabərdir modul x plus 1'ə. Yəni, buradan aldıq ki, bu modulda x plus 1 kiçik bərabər oldu 2x minus 5. Bax, indi görürsünüz, gəldik, çıxdı bərabərsi. Artıq bu biz bu tipli modul bərabərsi həll edirik. Bunun da yolu odur ki, bu tipli modul bərabərsilər sistemlə həll olur. Bir tərəfi fx-dir, bir tərəfi gx-dir. Bir tərəfi moduldadır, bir tərəfi deyil və kiçik olan da sistemlə həll olur. Bunda yolun bilirsiniz ki, bir dəfə özü çıxır. Bir dəfə əksiz çıxır. Aha, indi bunu sadələşdirək. Buradan alırıq ki, bu sadələşdirəndə mənfi x kiçik bər mənfi 6. Buradan mənfi x kiçik bər mənfi 4. Buradan demək x böyük bərabər 6. X böyük bərabər 1/3'də 1. Nəhayət cavab 6 müsbət. İndi deyəsiz ki, ay müəllim, yaman çətindir. Ben neyim? Ya bunları yazmayayım. Deyim ki, bu düşə bilməz. Ona görə də sadəcə demək istədim o ki, bax, vəziyyətə nəticə çıxar. Gör funksiyanın təyin oblasını adicə genişləndirmək üçün. Deyim, istədiyi qədər genişləndirə bilər. Nəyə bilməlisiniz? Bu zəncivar riyaziyyat bax bu deyil. Deməli, bilmək lazımdır, baxın, sistemi, bərabərsliyi və s. Y bərabərdir, yazarım bura 6-cı dərəcədən. Bu yazdığım gəldi modul bərabərsi. Eləsin yazırım, gələcək irrasionel bərabərsi. Eləsin yazırım, heyətə gəlsin. Məsələn, 2x üstə gəlsin 5. Yazır ki, bax, bunun içərisi, bax bu. Bu böyük bərabərdir, 1 olmalıdır. Bu şəkildə. Yəni, düz bu heyətə gəlmədi. Gəlin, belə deyək də. Bunu belə yazım, modulda yazım. Bu da olsun, çıxılsın 2, çıxılsın 1. Bax, belə. Onda yazarım, modulda 2x plus 5, demək, böyük bərabər x plus 1. Bu oldu heyət. Yəni, deyəs heyət nədir? Bu şəkildə yazırıq. Bir dəfə deyirik, özü çıxır. Bir dəfə əksi çıxır. Yəni, bu misalları yazmaqdan yazmadan davam etməyə yetiş yoxdur. Burada, yəni, müəllimin demək istədir ki, yəni, müəllim, yəni, burada bir-iki dənə sadə misaldan şagird başını qatmağın yeri yoxdur da, yəni, öyrənirsə gözəl öyrənməliyik. Çünki əvvəlkilərini öyrənməsək, dim istədiyi qədər çətinləşdirəcək. Biz də deyəcək ki, nədir, yaza bilmədik, belədir, elədir.
Bu oldu funksiya nədir? Təyin oblasti şahidlər istədikləri qədər genişləndirə bilərlər. Keçdiyində qiymət oblasına. Funksiyanın qiymət oblası. Yəni, baxan funksiyalara, məsələn, yenə gərək deyib bayaqların adını çəkdiyim funksiyaların hamısının gərək qiymət oblasına baxalım. Məsələn, y bərabər. Y bərabər 2x. Yenə sadələrlə başlayaq. Y bərabər məsələn kx, yəni 2x gördüyünüz kimi. Bunun qiymət oblası. Qiymət yəni y deməkdir. Funksiyanın qiyməti oblası deyəndə y-i tapasınız. Bayaqların məsələn, yəni y sayılır. Bunu tapacaq. Yəni y nədir? Düşünün, y nədir? Yəni mən burada y yerine nə yaza bilərəm? Hər şey. Nə yazsam, y nə yazsam, oradan x ona uyğun qiymət alacaqdır. Ona görə y nə deyim? Deyim ki, 2-ni nəyə vuranda məsələn nə ola bilməz? Ona görə y bərabərdir mənfi sonsuz və sonsuz. Yəni qiymət oblası təyin oblasına çətindir. Fikirləş tapmaq lazım. İkincisi, deyirəm 5x plus 6. Sualım budur. Yəni y, yəni y nə ola bilər? Hər şey. Y yerine 1000 yaz, milyon yaz, trilyon yaz. Ne yazırsan yaz. Yəni burada şübhəsiz ki, nədir? Məsələn, həmin təyin belirtdə həlli var. Ona görə də y hər şey ola bilər. Ona uyğun da 2 tapasınız. Yəni y nəyə bərabərdir? Mənfi sonsuz nədir? Müsbət sonsuz. Üçüncü. Məsələn, y bərabər 5 bölünsün x. Yəni sual y nə ola bilməz? Mən deyim, 5'i x'e böləndə bir dənə y 0 ola bilməz. Çünki 5'i nəyə bölən 0 verir? Heç nə. Ancaq 5 bölünsün 2, 6 ola bilər, bəli. 7 ola bilər, bəli. Mənfi 7 ola bilər, bəli. Ancaq bir dənə 0 ola bilməz sayda, ola bilməz. Ona görə deyirəm ki, y, yəni y sıfırdan başqa istənilən ədəd olacaqdır. Bunun qiymət oblası olduğu mənfi sonsuz 0 və birləşmə nədir? 0 müsbət sonsuz. 4. Məsələn, y bərabərdir. Məsələn, mod x. Aha. Yenə bax, y, yəni y nə ola bilər? Mən söylədiyimdə nə ola bilər? Məsələn, bu y modulda nə çıxır? 0 və 0-dan böyük ədədlər. Ona görə y 0 və 0-dan böyük ədədlər olacaqdır. 5-ci. Y bərabərdir. Məsələn, nə yazaq? Tanıdığımız funksiyalardan gedir söhbət. Yəni, məsələn, k bölü x-i yazıq. Y bərabər x kub. Tanıdığımız kubik parabola. Həm burada y bərabərdir. Y nə ola bilər? Məsələn, y 5 ver. X tapasan. Y burada hər şey ola bilər. Cavab mənfi sonsuzluq. Məsələn, y bərabər x kvadratı və x 4 və s. Buradan y bərabər y nə ola bilər? Ədədin kvadratı bir 0 ola bilər. Bir də 0-da nədir? Böyük ədədlər ola bilər. Bu şəkildə. Məsələn, biraz ayrı təbiətli suallar yazar. Y bərabər x kvadrat üstə gəlsin 5. Aha. Biraz təbiətini dəyişin. Buradan y nədir? Y yenə deyirəm. Y eyni şeydir. Baxın, bu 5'in üstünə müsbət ədədləri gəldikcə böyür. Ona görə y 5 müsbət sonsuzluqdur. 8. Y bərabər mənfi x üstü 4 üstə gəlsin 6. Məncə burada y, yəni y 6'nın üstə mənfi ədədləri gəldikcə balacalaşır. Oldu mənfi sonsuz 6. Bax, bu oldu y. Sonra 9. Y bərabərdir. Məsələn, yazıram modul x üstə gəlsin 4. Buradan y nə ola bilər? Y, yəni y 4'ün üstə müsbət ədədi gəlcə böyür. Bu oldu nədir? 4 müsbət sonsuzluq. Bu şəkildə 10. Y bərabərdir. Kök altında yazıram 2x'in kvadratı üstə 16. Məncə kökün içinin ən kiçik qiyməti 16'dır. 16'dan da 4 çıxır. Cavab 4 müsbət sonsuzluq olacaqdır. Bəli. 11. Y bərabərdir. Məsələn, yazıram mənfi 2x'in kvadratı üstə gəlsin 16 olsun. Bu kökün altı ən kiçik qiyməti. Mən düzdə yazıram mənfi sonsuz 16. Ancaq mənfi sonsuz olmuraq yəni. Kökdən ən balaca 0 çıxacaq. Sonra 16'dan 4 çıxacaq. Deməli, y olacaq nədir? Yəni y oldu nədir? 0-4 arası. Y bərabərdir. Kökün altı yazıram mənfi 4x'in kvadratı üstə gəlsin 25. Bəli. Onda bax, y nəyə bərabərdir?
Abi kökün altı ne olacak? Kökün altı olur mənfi sonsuzluqdan 25'e. Mənfi sonsuzluqda da yəni bilirsiniz ki kök çıxmır. Gəri sıfırdan kök çıxır. Ona göre 0,5 olacak. Yani y 0,5 olacak. 13. Y bərabərdir. Məsələn 100 bölünsün. X kvadrat üstə 2. Aha. Y da x her şey olur. Y-dən danışıram. 100'ü bölüm 2 müsbət sonsuzluq. 100'ü bax y-də nədir? 100'ü 2'ye böləndə 50 verir. Sonsuzluğa yaxınlaşsa 0'a yaxınlaşır. Demək 0,50. Yəni y 0,50 arasında. 14. Y bərabərdir. Məsələn 60 bölünsün. Mənfi x kvadrat çıxılsın 2. Onda 60'ı böləcəm. Mənfi sonsuzda mənfi 2'yə. Belə 60'ı mənfi sonsuz bölən 0 deyir. Mənfi 2 böləndə də mənfi 30 verir. Deməli mənfi 30'dan 0 intervana qədər qiymət oblasını danışırıq. Keçək bir səhifəyə davamlayayım. Məsələn koşu bərabərsinə bağlı koşu bərabərsi, koşu bərabərsi. Biz bilirik ki ədədi orta böyük bərabər həndəsi ortadan söhbət müsbət ədədlərdən gedir. Burada A ilə B-nin cəmi böyük bərabər 2 kök altında A, B. Belə. Bu düsturdan istifadə edəcəm. Yəni davam edək. Məsələn y bərabərdir x üstə gələnisi məsələn 100 bölünsün x. Bax bunu qeymət. Burada təyin olması desəm təbii x sıfırdan başqa istənilən ədəddir. Bəs qiymət yəni y. Burada şübhəsiz ki x müsbət olanda bu böyük bərabər olurdu. 100'dən kök alırdıq 10, 20'dən böyük bərabər olurdu. Mənfi olanda da mənfi 20. Ona görə y deyiləsi bax bu mənfi 20'dən kiçik bərabərdir. Bir də nədir? 20'dən böyük bərabərdir. Bəli. Və ikincisi y bərabərdir. X üstə gələnsi məsələn 1 bölünsün x. Yenə deyirəm x təyin obasıdır. D-ni soruşsa sıfırdan fərqlidir. Bizdən y soruşur y-ni. Bax bu gördünüz x-dən 1 bölü x-in cəmi ya 2'dən böyük bərabərdir ya da mənfi 2 bərabərdir. Yəni qiymətlər oblası oldu mənfi sonsuz mənfi 2. Bir də birləşmə 2 müsbət sonsuz. Çoxsu yazırıq, cavabını tapır, ancaq mənasını bilmir. Məsələn bax, deyirəm x-dən 1 bölü x-in cəmi. Məsələn bu tənliyi həllə gedir orta mərəci getirir. Demədim bəs x-dən 1 bölü x-in cəmi 2'dən çoxdur, mənfi 2'dən azdır. Axı 1/5 nə 2'dən çoxdur, nə də mənfi 2'dən azdır. Deməli bu tənliyin həlli yoxdur da. Neyirsiniz ortaq mərəci? Bir daha bax, x üstə gəlsin 1 bölünsün 2. Sual verin, bu tənliyin həlli var? Əlbəttə var. Çünki bu 6 2'dən çoxdur. Bəs mənfi 6? Bəli, əlbəttə var. Ancaq siz gedib orta mərəci getirsiniz. Gətirməyin. Birbaşa deyə bilməyin. Sonra 5-ci məsələn, yəni x üstə gəlinsin, məsələn, x üstə gəlsin 4 bölü x olsun y bərabərdir. Bəli, x müsbət olanda bilirsiniz ki nədir? Bu da nədir? Böyük bərabər nədir? 4 olacaq. Qiymət oblası nədir? 4 müsbət sonsuzluqdur. Bir daha y bərabərdir x kvadratı üstə gəlsin 25 bölü x kvadratı. Bunun təyin oblasını tap deyəndə deyirsiniz ki sıfırdan fərqlidir. Qiymətlər oblasını tap deyəndə bax bu ifadə böyük bərabər 10'dan. Ona görə cavab olacaq 10 müsbət sonsuz. Belə. Bir daha desələr ki məsələn 7 y bərabərdir. Modul x üstə gəlsin 49 bölünsün modul x. Desələr ki bunun təyin obası nədir? Denən ki sıfırdan başqa istənədədir. Desələr qiymətlər oblası nədir? Yəni y. Bu da bilirsiniz ki böyük bərabərdir 14 edəcək. Onun ki cavab nədir? 14 müsbət sonsuzluq olacaqdır. Bəli. Yenə bu tipli misallar biraz genişləndirək. Bax məsələn y bərabərdir tangis x üstə gələk kotangis x-in təyin obası, qiymət obasıdır. Bunun biri t'dir, digəri də 1 bölü t'dir. Tangisin kotangisi ya hər iki halda müsbət olur ya da ki mənfi olur. Müsbət olduqları halda 2'dən böyük bərabərdir. Mənfi olan da mənfi 2'dən kiçik bərabərdir. Ona görə bu olacaq mənfi sonsuzluq, mənfi 2, bir də birləşmə 2 müsbət sonsuz. Bu oldu bunun qiymət oblası. Bir daha y biz görürsən ki burada yəni ki misal bitmir də. Müxtəlif təbiətli suallar. Yəni mən nə bilim sənə nə sual düşəcək. Ona görə sadəcə bilmək lazım ki, yəni burada konkret mən deyim ki, hə deyim məsələn də bu sinus düşəcəkdir, amma qiymət oblası filan şeydir. Yəni bundan heç düzəlmir yəni.
Məsələn, y bərabərdir. Yazıram x-in kvadratı üstə gəlsin 5. Ha, mənim bu 5-dən böyük bərabərdir. Bunun qiymət olması bərabər məsələn 5 müsbət sonsuzluq. Məsələn, y bərabərdir. X-dir 4 üstə gəlsin 2x-in kvadratı üstə gəlsin 10. Yazıram bax, x kvadrat üstə gələk 1-in kvadratı üstə gələk 9. Siz bilirsiniz ki, məsələn, bu böyük bərabər 9 yaza bilmərəm də. Çünki burada ən kiçik qiymət 1-dir. 1-in üstə 9 gələndə 10 deyir. Oldu 10 müsbət sonsuzluq. Aha. Özüm təbiətini dəyişirəm ki, yəni biləsiniz ki, oxumaq lazım. X kvadrat bax çıxılsın 2x üstə gəlsə 10 yazsam. Hə, indi biraz ayrı cürdür. X çıx 1-in kvadratın üstə gəlsin 9. Bəli, bunun ən kiçik qiyməti 0-dır. Üstünə 9 gələndə 9 eləyir. Beləm. Y bərabərdir. Məsələn, x-dir 10 üstə gəlsin 6x-dir 5 üstə gəlsin 10. Yazıram x-dir 5 üstə gəlsin 3. Baxın, kvadratı üstə gəl 1. Bax, bunun kökü var deyə ən kiçik qiyməti 0-dır. Üstünə 1 gələndə bu funksiyanın ən kiçik qiyməti 1-ə bərabərdir. Beləcə. Məsələn, bax, keçək məsələn 9 sinif səviyyəsində kvadratik funksiya bax. Buradan danışaq qiymət obasından, nəmləyinə. Demək, kvadratik funksiya bax, kvadratik. Bax, kvadratik funksiya. Hansıdan gedir söhbət? Fx bərabərdir. Ax-ın kvadratı üstə gəlsin, bx üstə gəlsin c. Bəli, aydın ki, bu bərabərdir. A vurulsun, x çıxılsın m-nın kvadratı, bir də üstə gəlsin m-ya. Buradan n bərabərdir. Mənfi b bölünsün 2a. Təpə nöqtəsinin absisin. N bərabərdir. Mənfi qabaqda diskriminant, yəni b kvadrat. Çıx 4ac bölünsün 4a. Bu da ordinatıdır. Yəni, birinci bunu deyək. A sıfırdan böyükdür. Biz bir ki, A sıfırdan böyüksə, bu fx bərabərdir. A vurulsun x çıx m-in kvadratı üstə gəlsin n. Bunun qollarına bir baxaq. Bunun qolları m vahid sağadır. Bir de n vahid yuxarıdır. Yox, çaşdım. Bu özün təpə nöqtəsi. M vahid sağa, n vahid yuxarı, qol isə yuxarıdır. Baxın sifətinə deyin. Birincisi, təyin olması nədir? Grafikdə baxsanız, burada baxsanız, x istənilən qiymət alır. Oldu mənfi sonsuzluq, müsbət sonsuzluq. Bəs qiymət olması nədir? Qiymət olması bunun ən kiçik qiyməti nədir? Baxın. Ona görə m müsbət sonsuzluqdur. Bəs ən kiçik qiyməti nədə alır? M-də alır. Və funksiya baxın. Funksiya mənfi sonsuzluqda m-ya azalır. Mənfi sonsuzluqda m-ya azalır. Funksiya baxın m müsbət sonsuzluqda artır. Funksiya nə təkdir, nə cüddür. Bax, x bərəm m funksiyanın simetri oxudur. Bax. X bərəm m funksiyanın simetri oxudur. Simetriya oxudur. Bax, m sıfır olanda funksiya gəlir qrafiki o təpə nöqtəsi orta toxunun üzərində olur deyə m-nın yerinə 0 yazanda funksiya cüt funksiya olur. Ancaq eyni zamanda m sıfır olanda b da sıfır olur. Baxın, bax bu cüt funksiyadır, bu cüt funksiyadır, bu da təkdir. Cütün üstünə cüt gələn cütürür, bir də tək gələndə boşca oluyor. Ona görə baxın, deyə bilərsiniz ki, m sıfır olanda cütdür, ya da b sıfır olanda cütdür. Yəni, kim necə istəyir deyə bilər. Sonra buraya yazarım 1 iştirik. Bax, a müsbətdirsə şahidlər, fx bərabərdir kök altında. Məsələn, sual belə bu funksiyanın qiymət oblasını tapın. Hə, onda mən sizə deyirəm ki, bunun qiymət oblasıdır. Olacaq kök altda n müsbət sonsuzluq. Ancaq və necə? Mən nə bilim burada n mənfi, yoxsa müsbətdir. Məsələn, n-i 9 tapsanız 3 müsbət sonsuzluqdur. 0 tapsanız 0 müsbət sonsuzluqdur. Ancaq n mənfi 9 olsa, boşçolu deyil də, onda yenə 0 müsbət sonsuzluq olmalıdır. Çünki bu funksiyanın qrafiki qolları yuxarıda düşünün. Gəri bax belə, aşağı düşənməz axı kökün altındadır. Ona görə n-sı müsbətsə, məsələn 5, 6, 7, 5, kökdə 5 müsbət sonsuzluq. Ancaq n-nı 0 tapdınızsa, yenə 0 müsbət sonsuzluqdur. N-nı mənfi tapdınızsa, yenə 0 müsbət sonsuzluqdur. Beləcə. Bunlara aid misal verir. Məsələn, burada birinci, bax burada y bərabərdir x-in kvadratı çıxılsın 2x + 5.
Görsə qollar yuxarıdır. Gedin n-nı tapın. N bərabər mənfi b kvadrat çıxsın 4ac bölünsün 4. Burada bir şey 5, şey 16, 4 elədi. Deməli, bunun qiymət toplası nəyə bərabərdir? Yəni 4 müsbət sonsuz. Ancaq burada y bərabər kök altında x-in kvadratı çıxılsın 2x yerə 1. Burada isə belə yazıram. Bu bərabərdir. Belə dedi, kök altında n müsbət sonsuzluq. Bir dəqiqə. Kök altında n müsbət sonsuzluq. Belə. İndi n də burada 4'e bərabərdir. Ona görə də kök altı 4, yəni 2 müsbət sonsuzluq. İnşallah aydındır. Sonra keç ikinciyə. İkinci dediğimiz a sıfırdan kiçikdirsə fx bərabərdir. Ax kvadrat üstə yerə bx yerə c. Bu bərabərdir a vursun. X çıx m-nın kvadrat üstə yansın. Bunun qolları aşağıdır. Yenə m vayt sağa, n vayt yuxarı, ancaq qol aşağı olacaq. Yenə qrafika bassanız, baxın, mənfi sonsuz m-da artır. M müsbət sonsuzda azalır. En büyük qiyməti n-dır. Baxın, en büyük qiymət nədir? N-dır. Burada en kiçik qiyməti n-idi. En kiçik qiyməti. N bu da en kiçik qiymətdir. Burada en büyük qiymət nədir? Yenə n-dır. Nəyə bərabər yuxarıda qeyd eləmişəm. Sonra yenə x bərabər m nədir? Simmetri oxudu. Yenə funksiyanın qiymət toplası qollar aşağı deyil. Mənfi sonsuz nədir? N olacaq. Bununla bağlı misal. Y bərabər mənfi x kvadrat çıxılsın 2 üstə gəl 5. Bəli, düzdür, biz bunu belə yaza bilərik. Mənfi bu şəkildə, bu da mənfi 1 üstə gəl 6. Bu da kiçik bərabər 6. Bəs düstur nədən ötürüdür? Ona görə biz düsturda n-nı tapırıq. Mənfi b kvadrat çıxılsın 4ac bölünsün 4a. Belə də 4-də deməli yuxarı elədi. 4 çıx 20. Bunu düz mü yazdım? Mənfi 1. Demək, bunlar getdi. B kvadrat çıxılsın 4ac. Bəli, bu 4 üstə gəlsə 20 elədi. Bəli, bir dəqiqə 24'dür mənim. Bu direkt 6, yəni düzdür mənim. Yəni, niyə bunu seçdim şahiddə? Çünki birdən bəs 1 olsa mənliyim. Biri deyəcək ki, bəs birdən a müəllim belə olsa necə yazasınız? Düzdür, mən bunu çevirib yaza bilərəm. Ancaq ən yaxşısı ümumiyyətlə şahiddə əmsalı x kvadrat əmsal 1 olanda mənfi onda çevirmək məsləhətdir. Yox, birdən mənfi birdən savay belə bir əmsalsa 5, 3 və s. Onda y bərabər dedim n müsbət sonsuz. Düsturdan istifadə edin ki, n bərabərdir. Mənfi b-nin kvadratı, bax, mənfi b-nin kvadratı 9 çıx 4ac bölünsün 4a. Bu da oldu mənfi qabaqda 20-də. Bu da oldu 9 gəlsin 20, 29. Bəli. O da mənfi 1 tam 20-də 9. Bunun cavabı belə olacaq. Mənfi 1 tam 20'də 9 nədir? Müsbət sonsuz. Yəni biz qiymət toplasının davamını danışırıq. Pürüsdə kvadrat funksiyadan danışdıq və o ətraflı deməyə çalışdıq. Amma burada yəni qollar yuxarısa qiymət toplası n müsbət sonsuzdur. Qollar aşağısı da mənfi sonsuz n-dir. Yəni buna toxundum. Son biraz məsələn trigonometriyadan demək olar. Məsələn, söhbət yenə deyirəm qiymət toplasından gedir. Nəyin funksiyanın, hansı funksiyanın, bildiyin funksiyanın, keçdiyin, keçmədiyin. Məsələn, bax, fx bərabər sinus funksiyası. Bəli, qiymət toplasını demirsiniz. Deyirəm, y bərabərdir mənfi 1, 1. Y bərabər kosinus funksiyası. Demirsiniz, qiymət toplası deyirəm, mənfi 1, 1. Y bərabər tangent funksiyası. Qiymət toplası nədir? Yəni, deyək ki, bunu öyrənməyək. Mənfi sonsuz, müsbət sonsuzluq. Y bərabər kotangent funksiyası. Qiymət toplası yenə mənfi sonsuz, müsbət sonsuz, r. Y bərabərdir arc sinus. Arc sinus funksiyası. Qiymət toplası, bilmirsən ki, dörtgen. Mənfi pi bölü 2, müsbət pi bölü 2. 6 y bərabər arc kosinus. Arc kosinus qiymət toplası. Nədir? 0 pi. Ben şahide deyirəm funksiya çətindir. Niyə çətindir? Çünki vaxtı ilə bunları öyrənmək lazım idi. Y bərabər arc tangent.
qiymət oblasıdır. Mənfi pi bölü 2, müsbət pi bölü 2. Sonra 8. Y bərabərdir arc kotangensisi. Bunun qiymət oblası. Qiymət oblası bərabərdir 0 interval pi. Başqa misal, məsələn, y bərabər 9. 6 sinüs x'in qiymət oblası. O zaman mənfi 1-dən 1 qoyası yerinə tək olanda. Cavab edir mənfi 6. Y bərabərdir 10 sinüs kvadrat x. 0-dan 1 qoyası yerinə. Bunun qiymət oblası 0, 10. Sonra 11 y bərabər tangens kvadrat x. Üstə gəl 5. Bunun qiymət oblası 5 müsbət sonsuzluq. Bax, buradan bunları mən deməliyəm ki, 1-2 yəni bu şəkildə genişləndirilir. Məsələn, 6 sinüs kvadrat x üstə gələ 8 kosinüs kvadrat x. Bilənlər bilir. Onda əmsallar qalır. Çünki bir funksiya getirmək lazımdır. Çünki bu trigonometri dərs deyil. Şifahi 6, 8. 13. Y bərabərdir 6 sinüs x. Yəni, mənim məqsəd bunları izah eləmək deyil. Bu, bilən şahiddə bilir ki, bunların yolları budur. Məsələn, kök altında 36 üstə gələ 64 tapdın. 10 çıxan kimi hamımız bilir ki, yəni bilənlər, bura mənfisi yazırlar, bura müsbətin. Bəli. Yəni, bunların adını çəkirəm ki, yəni bilin ki, funksiyanın qiymətləri oblası deyəndə gördüyünüz kimi bəli keçdiyimiz funksiyalardan söhbət gedir. Biz də o funksiyaları araşdırırıq, yəni y-ə baxırıq və baxırıq ki, hansı qiymətləri ala bilər. Yeni bir-iki dənə məsələn məntiqlərə toxunan y bərabərdir. Məsələn, mənim 6 vurulsun modulda x minus 1 üstə gəlir 3. Yəni, bunun qiymət oblası. Düşünürük ki, modulun ən kiçik qiyməti 0-dır. Üstünü 3 gələndə 3-dən çoxdur. Ona görə artıq bu funksiyanın qiymət oblası nəyə bərabərdir? 3 müsbət sonsuzluq. Bəli. Şagird araşdırır ki, bunun ən kiçik qiyməti 0-dır, 6-ya vuranda 6-dır, üstünə 3 gəldi. Ancaq zəiflər də deyəcək ki, modulunda 0 götürmək lazımdır. Ancaq baxın, sualları dəyişdirə bilərlər. Belə olanda deyəsən ki, modulun ən kiçik qiyməti 0-dır. 0 deyil axı. 2-nin ən kiçik qiyməti 1-də 6-ya vuranda 6 eləyir, üstünə 3 gəlində 9 eləyir. İndi aldınız başqa cavab. Yəni, ancaq öyrənmək lazımdır, araşdırıb başa düşmək lazımdır. Y bərabərdir. Məsələn, 7 vursun x kvadrat çıx 5. Amma ən kiçik qiyməti 0-dır, üstünə 4 gələn 4 eləyir. Ona görə bunun qiymət oblası nəyə bərabərdir? 4 müsbət sonsuzluğa bərabərdir. Y bərabərdir. Məsələn, bax, yazıram 100 bölünsün. Buraya yazıram deməli x kvadrat çıxsın 2. Bu bərabərdir 100 bölünsün. Görə 100-ü mənim nəyə böləcək? Məxrəc bilirsiniz ki, mənfi 2 müsbət sonsuzdur. Mənfi 2 müsbət sonsuzdur. Sonra 100 bölünsün. Bax, 100 bölünsün. Mənfi 2-dən yəni, mənfi 2-dən gəlir bu 0-a. 0 almıraq yəni. Bir də 0-dan müsbət sonsuzdur. İndi baxın, y nəyə bərabərdir? Bax, 100-ü mənfi 2-yə böləndə mənfi 50 edir. 100-ü 0-a böləndə sol tərəfdə mənfi 2-də 1, mənfi 3-də 1, mənfi 4-də 1 gedir mənfi sonsuzluğa. Mənfi sonsuz mənfi 50. Birləşmə 100-ü 2-də 1-ə, 3-də 1-ə, 4-də 1-ə sonsuza gedir. Sonsuza birini 0 gedir. Yəni, bax, bu y nəyə bərabərdir? Gördüyünüz kimi bu ədədir. Necə öyrənək? Ona görə də araşdırmaq lazımdır, əziyyət çəkmək lazımdır, öyrənmək lazımdır inşallah. Sonra növbədə olsun deməli tərs funksiyanın tapılması. Deməli tərs funksiyanın tapılması. Deməli burada bir teorem verim, teorem. Deməli teorem budur. Fx funksiyası artırsa, fx funksiyası artırsa tersi var və artır. Və eyni zamanda fx funksiyası azalırsa, onda deməli tersi var və azalır. Ancaq fx funksiyası həm artır, həm azalırsa şahiddir. O zaman nədir? Bunun nədir? Hissələrdə tərsi var. Bəli. Bax, məsələn, bu funksiya y bərabər fx funksiyası artır. Bunun tərsi var, bəli var. Tərsi var,
və artır. Çünki mənim bir ki artırsa tərsi var. Bəs bu funksiya azalır. Aha. Sual. Y bərabər fx funksiyası vermişdi. Azalır. Tərsi var? Bəli. Tərsi var və nədir? Azalır. Bəs yaxşı belə bir şəkil çəksəm, bu funksiyanın tərsi var? Bəli. Ancaq ümumi şəkildə yoxdur. Hissələr də var, hissələrdə. Bax, məsələn, gördüyünüz kimi tutaq ki, belə eləsəm, mənfi sonsuz 5-də azalır. Bax, mənfi sonsuz 5-də azalır. Burada tərsi var. Bir də ki, 5 müsbət sonsuzda artır. Deməli, bir sol tərəfdə tərsi var, bir də sağ tərəfdə tərsi var. 5 müsbət sonsuzda artır. Burada nədir? Tərsi var, bəli. Birinci tərsin tapılması. Məsələn, bax. Yazıram y bərabər 2x gəlsin 5. Üstünə bir mənfi qoyurlar. Bu ifadənin tərsidir funksiyanın. Tərsini tapanda şahiddir. Birinci x tapılır. Məsələn, 2x bərabərdir. Y çıx 5-ə. X də bərabərdir. Y çıx 5 bölünsün 2-yə. Sonra yerlərini dəyişdirsiniz. Sonra y bərabərdir. X çıx 5 bölü 2 yazırsınız. Bax, bu funksiya yuxarıdakı bax, bu funksiya nədir? Tərs. Məsələn. Bir daha y bərabərdir. Məsələn, 6 çıxılsın 7x-in tərsini tapın. Funksiyanın tərsi tapdığında x tapılır. 7x bərabər 6 çıx y-ə. X də bərabər 6 çıx y bölünsün 7-yə. Sonra yerlərini dəyişdilər y-in x-in. Yazarım y bərabərdir. 6 çıx 2x bölünsün 7-yə. Bəli, bu funksiya, deməli yuxarıdakı bu funksiya nədir? Tərsidir. Sonra bir də nəyə öyrənək burada? Bax, məsələn, tutam ki 3. Y bərabər x kvadratı. Bəli, bunun tərsi nədir? Yoxdur. Yəni, hissələrdə var. Məsələn, x böyük bərabər 0 onda var. Məsələn, x kvadratının qrafikinə baxaq. Belədir. Bolsun x kvadratının qrafiki. Hə. Bunun tərsi, bax, x sıfırdan böyük bərabər. X-i tapıram, plus minus kötü girik. X müsbətsə, sağ da müsbətdir. Ona görə kötü girik. Sonra y-in x-in yerini dəyişirəm. Nəhayət y bərabər kök 6x oldu. Bax, bu funksiya yuxarıdakı x kvadratın tərsidir. Ancaq baxın, bu kök x-in qrafikdə birisi belədir. Düz funksiyanın tərsi funksiyaya baxanda bunların qrafikləri y bərabər x düz xətti. Yəni, birinci və üçüncü rübün təmbirin olan y bərabər x-ə nəzərən simmetrikdir. Bir də ki, baxın şahidi, bu funksiyanın düz funksiyadır. Bu da tərs funksiyadır. Bu düzdür. Altdakı tərsi. Yəni, düz funksiyanın bunun təyin oblasıdır, tərsin qiymət oblasıdır. Düzün qiymət oblası, tərsi nədir? Təyin oblası olur. Məsələn, x kvadratın qiymət oblası 0 müsbət sonsuzdur. Bunun da təyin oblası 0 müsbət sonsuzdur. Məsələn, sinusun qiymət oblası mənfi 1,1-dir. Aksinüsün təyin oblası mənfi 1,1-dir. Bax, belə. Sonra y bərabər x kvadratının sol budağına baxaq. Məsələn, x sıfırdan kiçik bərabər. Bəli, bu da azalır da bilirik. Bax, funksiya azalır. Grafikini çəkək. Funksiyanın grafiki burada azalır. Demək, tərsini tapanda yeni x bərabər plus minus kötü girir. Yəni, x mənfi deyən sağda mənfi olmalıdır. Sonra yerlərini dəyişdirsiniz. Y bərabər mənfi kötü x yazırsınız. Bax, bu tərs funksiyadır. Yuxarıdakı x kvadratının. Burada deməli, mənfi kötü x. Kötü x-in qrafiki yəqin ki, belədirsə, mənfi kötü x-in qrafiki də aşağıdan geçəcəkdir. Bu oldu y bərabər mənfi kötü x-in qrafiki. Yəni, buradan görə bilərsiniz ki, yenə də baxın, birinci və üçüncü rübün təmbirin olan y bərabər x-ə nəzərə nədir? Simmetrikdir. Sonra funksiyanın dövrü. Burada deməli funksiyanın dövründən danışaq, dövr. Yəni, nə demək? Bax, şahidlər, t dövr müsbət kəmiyyətdir. Əgər fx plus t bərabərdir fx çıx t, o da fx şərti ödənərsə, onda deməli t funksiya nədir? Dövrdür. Birinci logaritm, baxın, məsələn, bax, şahidlər, desələr ki, burada f, məsələn, 5 üstə gəlsin 2, bərabər f5 isə, deməli, burada onda dövr 2-dir də, 2-nin üstünə gəlmişik, dəyişməkdir. Bax, yazaram f, məsələn, 10 plus 8 bərabər f10. Onda bəs t bərabər 8 bunun dövrüdür də. Məsələn, trigonometrinin başa çıxanlar sinus
2 pi üstə gəlsin alfa bərabər sinus alfa. Deməli bu t bərabər 2 pi bunun dövrüdür də. Tangis pi üstə gəlsin alfa bərabər tangis alfa. Deməli t bərabər pi bunun nədir? Dövrüdür. Buna aid bir misalla verək. Məsələn, deyirəm t bərabər 10 dövrüdür funksiyanın. F1 də bərabər 3-ə. Suallar verək. Məsələn, bax, belə bir sual. F11 nəyə bərabər? Bax, F11 yazıram. F1 üstə gəlsin 10. Bu dövrün hesabına bu olacaq F1. Demək, cavab bərabər 3-ə də. Bir daha. Deyirəm, F məsələn 61 nəyə bərabər? Baxın, t funksiyanın dövrüdürsə, n vursun t də, yəni misillər də bunun dövrüdür, misilləri. 61 yazıram, bax, misal bu da. 61 yazıram, 1 üstə gəlsin 60. Yəni 1 üstə gəlsin 60 da, yəni 6 dənə dövrdür da. Bu dövrlərin şotuna bu olacaq nədir? F1, cavab nədir? 3'dür. Sonra belə ola bilər. Məsələn, F məhvə 49 nəyə bərabər? Onda yazarım F1 çıxılsın 50. O da F1 çıx 50 nədir? 5 dənə dövrdür da. Bu da bərabərdir F1 olacaqdır. O da nədir? Şübhəsiz nədir? 3'ə bərabərdir. Bax belə. Sonra deməli qrafikləri toxunaq. Funksiyanın qrafiklərinə baxalım. Yenə araşdıraq. Yenə baxaq. Birinci. Məsələn, fx bərabərdir. Məsələn, kx. Yəni bu, məsələn, a bəndi. K müsbət olanda funksiya artır. Birinci və üçüncü rübdən keçir. Bu funksiyanın qrafiki belədir. Baxın. Bu şəkildə. Burada K'nın özü bərabərdir tangis alfa. Və burada alfa nədir? Burada iti bucaqdır. Absolu müsbət istiqamətdə əmələ gətir bucaqdır. Burada yenə baxın sifətinə, yəni birinci cəbri olaraq da baxa bilərsiniz, qrafikə baxa bilərsiniz. Təyin olması nədir? Mənfi sonsuz, müsbət sonsuz. Yəni qiymət olması nədir? Yəni baxın da qiymət. Yəni burada funksiyanı y-ə proyeksiyalasam y-in üstə düşür, x-ə proyeksiyalasam x-in üstə düşür. Ona görə burada x də istənilən qiymət alır, y də istənilən qiymət alır. Ona görə hər ikisi nədir? Mənfi sonsuz, müsbət sonsuz. Məsələn, y bərabər 5x. Burada x-ə və y-ə istənilən qiymət nədir? Verə bilərsiniz. B bəndi. Bəs k mənfi olarsa, məsələn, y bərabər kx-lə geçir. Onda bunun qrafiki olacaqdır. Müəllim nədir? İkinci və dördüncü rübdən keçirdi. Qrafiki bu şəkildədir. Azalır. Absolut müsbət istiqamətlə alfa kör bucağını gətirir. Yuxarıda isə artanda iti bucağını gətirir. Burada yenə təyin obası nədir? Mənfi sonsuz, müsbət sonsuz. Bu r demək, yəni mənfi sonsuzluq, müsbət sonsuz. Bəs qiymət obası nədir? Bu da mənfi sonsuzluq, müsbət sonsuz. Özdə nədir? Tək funksiyadır. Yəni araşdırmaq burada da bax təkdir. Niyə koordinat başlanğıc nəzərin simetrikdir? Sonra keçək, məsələn, ikinci xətti funksiyadan danışaq. Məsələn, ikinci y bərabərdir kx üstə gəlsin b. Bu oldu xətti funksiya. Bəli, mən deyirəm ki, bax, burada aydın ki, 0 qoyanda b eləyir. Bax, bu funksiya 0 qoyanda b eləyir, yəni buradan keçir. B olanda koordinat başlanğıcdan keçir. B olanda, mənfi olanda, yəni aşağıdan keçir. Bu halda şübhəsiz ki, birincidir k müsbətdir, b müsbətdir. Burada k'sı müsbətdir, b sıfırdır. Niyə k müsbətdir? Çünki artır. Burada k müsbətdir, b niyə mənfidir? Çünki aşağıda kəsir. Belə hal və bu formada. Birincidə k'sı yenə də mənfidir, b'si müsbətdir. Altdakında k'sı mənfidir, b'si mənfidir. Ortada k'sı mənfidir, b'si nədir? Sıfıra bərabər. Bu oldu kx plus b. Yəni hər ikisində təyin obası nədir? Mənfi sonsuz, müsbət sonsuzluq. Qiymət obası da yəni hər ikisi mənfi sonsuz, müsbət sonsuzluq. Yəni məsələn bu tək funksiyadır. Bundan bu nə tək nə cütdür. Yəni b sıfır olanda tək olur. B sıfırdan fərqli olanda nə təkdir, nə cütdür bu funksiya.
verəcək. Buradan aydın ki, məsələn 2 dənə olanda funksiya, məsələn qeyd. Məsələn y bərabərdir k1 x üstə gəlsin b1 və y bərabərdir k2 x üstə gəlsin b2. Birinci A bəndi. K1 ilə K2 fərqli olanda bu düz xətlər kəsişir. B bəndi K1 K2-yə bərabər olanda B1 B2-dən fərqli olanda bunlar paralel olur, paralel. C bəndi yox, K1 K2-yə bərabər B1 B2-yə bərabər olanda bunlar nədir? Üst-üstə düşür. Üst-üstə düşür. Düşürlər bu şəkildə. Yəni birinci halda bunlar nədir? Kəsişir məsələn bu formada. İkincisi nədir? Paraleldir. Üçüncüdə nədir? Düz xətlər nədir? Üst-üstə nədir? Düşürlər. Bax beləcə. Sonra məsələn üçüncüsü y bərabər kök altında məsələn x. Bunu qrafikdir. Bax belədir. Yəni, məsələn 1 verəndə 1 verir, 4 verəndə 2-dir, məsələn 0-da 0-dır, nə bilim 9 3-dür. Təyin obası nədir? 0 müsbət olsun. Bəs qiymət obası nədir? Baxın da qiymət, yəni y kökdən nə çıxır? 0-dan b-dədirlər. Ya da qrafikdə baxa bilərsiniz. Sonra, məsələn buradan bir balaca qeyd vereyim. Məsələn, bax bu kök 6x-sə, yəni fx funksiyasıdsa, bax kök 6x. Qabağına mənfi atanda o x oxuna nəzərən simmetrik olur. Bax, bu olacaq y bərabərdir mənfi kök 6x. Çünki burada məsələn 1 verəndə 1 eləyir, 4 verəndə 2 eləyir. Burada 1 verəndə mənfi 1 deyir, 4 verəndə mənfi 2. Ancaq x-in qabağına mənfi atanda onda y-ə nəzərən simmetrik olur. Çünki bax mənfi 1 verəndə 1 eləyir, mənfi 4 2. Bir də qabağına mənfi atanda, 2 dəfə mənfi atanda onda birinci ilə bax bu koordinat başlanğıc nəzərən deyil, simmetrik olacaqdır. Sonra məsələn tanıdığımız funksiyayla danışırıq da, yəni məsələn üçüncü verəcəm. Kx plus b. Olsun üçüncü y bərabərdir. Məsələn parabola x kvadratı qrafikini çəkin. Baxın görsün cüt funksiyadır. Təyin obası nədir? Mənfi sonsuz müsbət sonsuzluq. Qiymət obası nədir? 0 müsbət sonsuzluq. Özü cüt funksiyadır. Yəni görkür y oxu nəzərən simmetrikdir bu şəkildə. Və mənfi sonsuz 0-da azalır. 0 müsbət sonsuzda artır. Ən böyük qiyməti yoxdur. Ən kiçik qiyməti 0-dır. Sonra buradan 3 işləyirik. Y bərabərdir ax kvadratı. Baxın bu mən x kvadratını çəkin. Böyle. Olsun x kvadrat. Bu qara. Bu da x kvadrat. Sonra içərdən keçənlər əmsalı birdən böyük olanlar. Məsələn bu 2x kvadratdır. Niyə içərdən keçir? Baxın da buna 1 verəndə 1 eləyir. Ancaq o bizə 1 verəndə 2 eləyir. Deməli bu çoxdur da onu içərdən keçməli. Y bərabər 2x kvadrat. 3x kvadratı biraz da bunu daha çox içərdən keçsin. Bu olsun 3x kvadrat. Yəni buradan demək istəyir ki, məsələn a birdən böyük olduqda A birdən B olduqda y oxuna sıxılır. Ancaq məsələn B bəndə 0 kiçikdir A kiçik 1 olanda isə. Məsələn bu olsun sizin üçün x kvadrat. Yəni çəkirim 2x kvadratı. Bu 2x kvadratı 2 çarpsam 2-də 1x kvadratı. 2-də 1x kvadratı isə artı məsələn o x oxuna sıxılır. Çünki bu nədir? Yəni görürsən 1-də 2-də 1 alır. Ancaq o birisi 1-də 1 alırdı. Yəni biz deyirik ki, məsələn deməli bu qara x kvadratdır. Əgər a birdən çox olduqca y-ə doğru gəlir, yox 0 ilə 1 arasındasa x-ə doğru nədir? Gəlir, yəni sıxlaşır şahiddən. Çox dördüncüsü, məsələn y bərabərdir x kubu, perbola, qrafiki belədir. Formada. Aydın ki, mənfi x kvadrat olanda şahiddə 1 olacaq. Şey nədir? Qollar aşağı. Baxın, təyin obası nədir? Mənfi sonsuz, müsbət sonsuz. Qiymət obası nədir? Mənfi sonsuz, müsbət sonsuz özü tək funksiyadır. Qrafikdən görükür. Ən böyük qiyməti yoxdur, ən kiçik qiyməti yoxdur. Mənfi olanda da, yəni keçiş etdiyi bu tərəfə ikinci və nədir? Dördüncü birdən keçiş etdiyi.
Yəni bir neçəsini belə yazıram ki, yəni birinci funksiyaları bu şəkildə tanımaq lazımdır. Qrafikini çəkirsiniz, ona uyğun yenə təkdir, cütdür və ya nə bilim təyin oblası, qiymət oblasını araşdırsın. Məsələn, y bərabərdir. K bölünsün x funksiyası. Bu tərs funksiyadır. Şimdi nədir? Y və k bölünsün 200. Burada düz mütənasiblikdə k müsbət olanda artır, burada k müsbət olanda azalır. Məsələn, k müsbət olanda bunun qrafik olacaqdır. Birinci və üçüncülükdə. Bu tərs mütənasiblikdir. Bu şəkildə. Görürsən, burada azalır. Bax, bunlar hamısı da azalır. Deyəcəm, təyin oblası nədir? Bax da, şəkildə bax. Təyin oblası mənim sonsuz 0. 0 müsbət sonsuzdur. Ya da funksiya bax, 0-dan başqa istənədir. Qiymət oblası gəlir mənim sonsuzdan 0-a, 0-dan ağız yuxarı. Funksiya həmişə təyin olduğu oblası azalır, görükür, B bəndi. K mənfi olanda tərsdir bu. Yəni ki, bu görüşün müsbət olanda azalır, mənfi olanda artır. Tərs məsələfdir belə deyim. Burada olacaq funksiyanın qrafik ikinci rübdə və eyni zamanda dördüncü rübdə. Bu şəkildə yenə də aydındır. Yəni təyin oblası, qiymət oblası bunlar hamısı eynidir yuxarıdakı kimi. Mənim sonsuz 0, birləşmə 0, müsbət sonsuzluq. Yəni bu şəkilləri. Sonra biraz sürüşmələrdən danışaq. Sürüşmələr. Məsələn, birincisi OX oxu üzrə, OX oxu üzrə sürüşmələr. Bir dəqiqə. Məsələn, bax, yenə funksiyalardan gedir. Baxır hansı funksiyanın necə, baxın. Y bərabərdir modulda tutaq ki x çıx 1. Bunu sürüşdürək, baxın. Deməli, 1 vay sağa və həmin başlayırıq nədir? Modul x-in qrafikini qurmaq. Bu şəkildə. Çünki 1 qoyanda sıfırləmə. Y bərabərdir. Məsələn, modulda x üstəgənsin 1-in qrafikini quraq. Onda 1 vay sola. Yenə modul x-in qrafikini çəkmək lazımdır. Sonra qabağına 2 yazsan, 3 yazsan yenə də eyni olur. Bu sadəcə bilirsiniz ki, bəlkə nisbətdə bu içəri doğru gedir. Sonra məsələn, y bərabərdir. X çıx 2-nin kvadratı. Onda 2 vay sağa. Onda parabolon çəkəsiniz. Məsələn, bir dənə şimdi oxda göstərək də tutalım ki. Bu olsun y bərabər x kvadratı. Beş vay sağa gələndə olacaqdır y bərabərdir x minus 5-in kvadratı. Yəni 10 vay sağa gələndə olacaqdır y bərabərdir x minus 10-un kvadratı. Nə bilim 8 vay sola gəlsə bu olacaq y bərabərdir x plus 8-in kvadratı. Nə bilim bax beləcə də qollar aşağı olanda da şübhəsiz olacaq y bərabərdir. Məsələn, mənfi x çıx 5-in kvadratı. Aydın ki, y bərabər mənfi x kvadratdır. Məsələn, bu 7 var sola, qol aşağısa bu olacaqdır. Y bərabərdir. Mənfi x plus 7. Bəzilə dediyinəyə görə plus olanda sağa yox sola gəlir. Çünki burada mənfi 7-də 0 verir. Bu 7 var sağa geçsəydə axı 7 yerinə yazanda bu 49 ir axı mənfi 49. Ona görə də belə çıx 5. Deməli 5-də görsün nədir? Sıfırləməlidir. Bu x ox üzərində x sıfırlıq yəni. 5-də 0 görsə burada 10 yazanda 0 verir. Üstə geri olsaydı 10 yazanda 20'nin kvadrat 4 verir axı. Sonra biraz çətin format olsun. Məsələn, y bərabərdir 5 bölünsün x minus 1. Onda 1 vay sağa, baxın. 1 vay sağa. Bunu da çəkirəm. Sonra elə bilin ki, bu birincidir, bu üçüncüdür. Sonra peribolan şəklini çəkirəm. Bu şəkildə. Və yaxud y bərabərdir. Biraz çaşdıra bilərəm. 10 bölünsün 6 çıx. Sonra mənfini çıxarım qabağa. Belə. Bunu deməli 6 vay sağa. Baxın 6 vay sağa. Bu sıfırdır. Və belə deyək də ikinci rübdə və dördüncü rübdə hiperbolanın qrafikini çəkirsiniz. Bax y bərabərdir. Məsələn 5 bölünsün x üstə gəlsin 6. Bunun qrafikini çəkək.
Bu x oxudu, bir y oxudu. 6 faiz sola. Yeni bax müsbətliyə birinci rübdən və eyni zamanda nədir? Üçüncü rübdən keçəcəkdir. Bəli. Bu olsun deməli OX ox üzrə sürüşmə. Sonra biraz OY ox üzrə sürüşmədən danışıraq. İkinci OY oxu üzrə sürüşmələr. Məsələn, baxın, qrafikin üzərinə göstərirəm. Bu mod x funksiyasıdır. 2 vaat bu mod x-dir, y bərabərdir mod x. 2 vaat yuxarı olsa, şübhəsiz ki olacaq y bərabər mod x üstə gəlsin 2. Yəni 5 vaat nə bilim aşağı olsa, olacaq y bərabər mod x-dən çıx 5. Və ya kök alt x funksiyasıdır. Olsun kök alt x funksiyası. Məsələn 5 vaat yuxarı olsa, kök altında x üstə gəlsin 5. Bu olsun məsələn 6 vaat aşağısa, kök altında x minus 6. Yəni məsələn parabola və ya perbola, bu olsun x kubu. Məsələn 3 vaat yuxarı belə olacaqdır. Yəni y bərabərdir x-in kubu üstə gəlsin 3. Yəni 3 vaat aşağı olacaqdır. Y bərabərdir x-in kubu çıxsın 3. Belə də şahid edin. Məsələn y bərabərdir 1 bölü x-ə gəlsin 6. Bax beləcə 6 vaat yuxarı çəkəcəm belə. Yəni bu elə bil ki birinci rübdür. Bu da nədir? Üçüncü rübdür. Bunun qrafiki belə olacaq. Və ya nə bilim y bərabərdir mənfi 1 bölü x üstə gəlsin 5. Onda 5 vaat deməli yuxarı çəkəcəm. Sonra mənfi olduğuna görə bax belə ikinci rübdən bir də nə deyir? Dördüncü rübdən keçəcək. Sonra məsələn üçüncüsü qarışıq sürüşmə. Həm OX və OY oxlar üzrə sürüşmələr qarışıq yəni. Məsələn y bərabərdir tutaq ki x çıxılsın 1 5-in kvadratı üstə gəlsin 6. Yəni bunları biz bilirik. O zaman 5 vaat sağadır. 6 vaat yuxarıdır. Qol nədir yuxarı? Bu belə. Y bərabərdir məsələn mənfi modul x plus 1 üstə gəlsin 4. Yəni aydın ki 1 vaat sol olacaqdır. 4 vaat yuxarı. Qol aşağı belə. Məsələn y bərabərdir 1 bölünsün və ya 10 bölünsün x çıx 2 üstə gəlsin 5. Burada bu x oxudur təbii, bu y oxudur. 2 vaat sağa. Görürsün belə çəkirəm. 5 vaat da yuxarı. Belə çəkirəm ki, bax. Birincisi, bu artıq elə ki birinci rüb kimidir. Bu da üçüncü rüb kimi. Bunun qrafik belə olacaq. Y bərabər mənfi 6 bölünsün x plus 3 üstə gəlsin 4. Bunu yazaq. Burada deməli 3 vaat deməli sol olacaq. 4 vaat yuxarı. Görürsən mən belə resim çəkə bilməyəcəm. Ona görə mən bunu uzadıram. Güya bu x oxudur, bu da y oxudur. Bu da mənfi olduğuna görə bir yəni ki, şeydə bu ikinci rübdən keçir, bir də dördüncüdür. Belə. Görürsünüz şəkildə nə qədər şeylər var. Yəni bu bilirsiniz, yəni mövzu ilə qarışanda artıq şagirddə deyir ki, filan mövzu çətindir. Bəli. Yəni elə mövzular var ki, yəni çox qırağa çıxmır, ona görə asan gəlir sizə. Ancaq getdikcə zəncirvarıda, yəni bir-birinə bağlanır. Görürsün funksiyanın içərisində 7-ci sinifdən belə deyək də 9, 10 nə keçirlərsə hamısı qarışır bir-birinə. Şagirdlərə çətin gəlir. Halbuki asandır. Vaxtında öyrənmək lazımdır, araşdırmaq lazımdır. Allah Subhanahu yardım eləsin, zehni açıqlıq versin. Sizə hər şeyin xeyirli nəsib eləsin. Amin. Selamun aleyküm.